ehtiyat hakim Etibar Həsənovdur. Çempionatın marşı və komandalar meydançaya daxil olurlar. Qarabağ bugün çoxdandır görünməyən göy, qara, zolaqlı formasında oynayacaq. Düzün desəm, Qarabağın bu formada nə vaxt oynadığını xatırlamıram. Və Rüstəm, əgər fikir verirsənsə, komandaların hər iki komandanın oyuncuları meydana qara sarğılarla çıxıblar. Bunun da səbəbi var. Belə ki, artıq çox kədərlə qeyd eləməliyik ki, Ermənistanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 22 il ötür və futbolçular məhz şəhidlərimizin ruhunu bu cür özünə məxsus şəkildə yad etmək niyyətindədirlər. Allah rəhmət eləsin şəhidlərimizə. Komandalar hazırda meydandadılar. Azarkeşlərimizi salamlayırlar. Yəni komandalar bir-birlərini salamlayır. Dalğa arenada yaxşı apava var. Azarkeşlərin sayı çox olmasa da Qarabağ azarkeşləri canfəşanlıq edirlər əlbəttə bu dəqiqələrdə və komandanın yanına çağırırlar. Bir çox futbolçu üçün Qarabağda bu imkandır özünü göstərmək mənasında. Xüsusilə mən burada Əfran İsmayılovu demək istəyərdim. Yığma komandaya cəlb olunmuş futbolçu. Yığma komandanın Xorvatiya ilə oynayan əfəsində start heyətinə düşmək mənasında, oyun praktikası qazanmaq mənasında, oyunun hakimlər briqadasında görürük ekranlarımızda. Elvin Əsgərov maçı idarə edəcək. Ötən turda Sumqayıt Xəzər-Lənkəran görüşündə fit çalmışdı bu referi və hər iki komandanın nümayəndələr tərəfindən müəyyən narazılıqlar var idi onun idarəçiliyi ilə bağlı. Amma görək bu gün onun performansı necə olacaq. Və hazırda Dalğa Arenada elan olunur ki, Ermənistanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 22 il ötür və bu səbəbdən də futbolçular qeyd elədiyi bir qədər əvvəl oyuna qara sarğı ilə çıxacaqlar və bir dəqiqəlik sükut da oyundan əvvəl qeyd olunur. Beləcə şəhidlərimizi yad edirik. Allah rəhmət eləsin. Qarabağ uğrunda, Füzuli Cəbrayıl uğrunda həyatindən keçən şəhidlərimizə Allah rəhmət eləsin. Sadəcə çox ağırdır bir söz demək şəmsəttin, amma sadəcə bir söz demək olar ki, şəhidlər ölməz, vətən bölünməz. Tamamilə razıyam Rüstəm və arzu edək ki, nə vaxtsa Ağdamın Qarabağ komandası ev oyunlarını doğma Ağdamda keçirəcək, nə vaxtsa ölkə çempionatının oyunlarına Füzuli və Cəbrayıldan gəlib azarkeşlər elə Ağdamda baxacaqlar. Bax, bunu çox istərdik. Tez bir zamanda bu baş versin, Azərbaycan bayrağı yenidən doğma Qarabağımızda dalğalansın. Oyun azal başlayacaq. Start bitimi bir neçə dəqiqə sonra, bir neçə saniyə sonra da Elvin Əsgərov verəcək. Topun arxasında Tərlan Xəlilovu görürəm və həmçinin komandalı forvardı 9 nömrəli futbolçu Aydın Qasımov da oradadır. Yeganə hücumçu kimi görünür. Qarabağın start heyəti və komandanın taksiki sxemi düzülüşü çox maraqlıdır. İndi Eltun Yaqublu müdafiənin sağında, Yunus Sərdar, Namiq Yusufov cütlüyü müdafiənin mərkəzində və Ağazə Sağlı müdafiənin solunda oynayacaq. Namiq Yusufovu mən demək olar ki, heç vaxt müdafiənin mərkəzində görməmişəm. Onun üçün də bir təcrübədir. Baxaq görək bu işin öhdəsindən necə gəlir. İki dayaq yarım müdafiəçisi Vüqar Mustafayev və Coşqun Düniyev. Onun önündə Elvin Məmmədov oynayır. İki cinah oyuncusu Qarabağda oynayacaq. Elvin Yunus Ədələ Mahir Mədətov və forvard Rayder Pupon start fiti verildi və azal oyuna başladı. Topa ilk nəzarət edən meydan sahibləridir. Və mənə elə gəlir ki, Rüstəm, bugün Qarabağın bir çox futbolçuları üçün gözəl bir imkan yaranıb ki, onlar bir çox azarkeşlərə göstərsinlər ki, hazırki Ağdamın Qarabağ komandası tək Almeida və Reynaldonun üzərində qurulmayıb. Yəni, digər futbolçular da yüksək ustalıq səviyyəsinə malikdirlər və nəticə qazana bilərlər. Baxaq görək. Maç başlandı və ilk hücum şansı meydan sahiblərindən gəldi. Alınmadı, amma topu dərhal ələ keçirirlər. Azal dərhal dişini göstərməyə çalışır. Ortada paslaşırlar. Cərmə Nıçısan da daxil oldular. Zərbə vurmaq mümkün olmadı. Tagim Novruzov meydançadan topu çıxarır. Çünki Azalın oyuncusu yerdə qalıb. Murad Səttarlı bir neçə saniyə əvvəlki epizodda yerdə qaldı. Görünür əlindən
zədə alıb bu futbolçu. Murad Səttarlı da Qarabağ karyerası keçmiş oyuncudur. Vaxtı Qarabağdan Sumqayıta, sonradan Simurqa icarəyə verilmişdi, amma alınmadı oradakı oyunu Murad Səttarlının. Qonaq Qarabağ komandasının futbolçuları topu oyuna outdan daxil etdilər, amma burada fair play qaydalarına riayət edərək top Azal futbolçularına qaytarılır. Tayyip Novruzov etiraf edək ki, bundan öncəki turda Qəbələ ilə görüşdə Azalın heyətində ən yaxşı futbolçulardan biri idi. Sumqayıtdan bu mövsüm gəldi Azala və yarım müdafiə xəttində onun oyundan çox şey asılıdır. Belə ki, bir çox hallarda Qəbələ ilə bundan öncəki turda o özünü ən xoş tərəfdən göstərə bilmişdi. Tərlan Əhmədov xatırlayırsınızsa, Azal Qəbələ maçından sonra çox gərgin görünürdü və hətta bildirmişdi ki, bəli, hələ ki komanda istənilən futbolu nümayiş etdirə bilmir, amma ümid edək ki, Azal komandası bu oyunda özünü yaxşı tərəfdən göstərə biləcək. Çünki əgər bütün komandalarımız layiqli mübarizə aparsalar, o zaman çempionatımız maraqlı olacaq. Yəni düşünməyin ki, bizdən kimsə Azal komandasını dəstəkləyirik. Sadəcə ötən gün Xəzər Lənkəran Rəvan görüşünü izlədik. Bir çoxlarımız Xəzər Lənkəranı həmin oyunda favorit sayırdıq, amma Rəvan nə qədər gözəl futbol nümayiş etdirdi. Bunlar bütün bu amillər ondan xəbər verir ki, Topaz Premyer Liqası bu mövsüm həqiqətən də maraqlı mübarizə ilə yadda qalmalıdır. Qarabağ indi arxa xəttə topu nəzarətə götürüb Şehiç uzun oyunu solca səhifə yol verdi, amma Aydın Qasımov sinəsinə topu saxlaya bilmədi. Təhlükə oluşdu Qarabağın qapısı qarşısında. Vüqar Mustafayev, Yunus Sadə, Qarabağın Neftçidən transferi. Yusifov sol cinahda Salahlı ilə oynayır. Salahlı geriyə yenidən Yusifov Azalın yüksək pressingi var ilk dəqiqələrdə, amma Vüqar Mustafayev boş idi və onunla oynadılar. Cinahı dəyişmək lazımdır indiki dəqiqələrdə. Elvin Yunus Sadə, Elvin Məmmədov tapır. Elton Yaqublu, yenidən Vüqar Mustafayev. Növbəti pressing cəhdi azaldan, amma Qarabağın əlbəttə ki, bu oyun tərzi və ustalığı öz sözünü deyir bu saniyələrdə. Rüstəm, reportajın laf əvvəlində biz Qarabağın səfərdə Young Boys-a qalib gəldiyini dedik və ümid edirik ki, Qarabağ cavab qarşılaşmasında da Bakıda yaxşı nəticə göstərə biləcək. Yeri gəlmişkən Qəbələ də Panathinaikosla qarşı-qarşıya gəldi və 0-0 hesablı heç-içəyə nail oldu. Bütün bunlarsa Azərbaycanın UEFA-nın əmsallar cədvəlində Bolqarıstan və Sloveniyanı arxada qoyaraq 26-cı pilləyə yüksəlməsi ilə nəticələndi. Yəni buna görə də həm Qəbələ, həm Qarabağ futbolçularına təşəkkür düşür. Biz əvvəl əgər deyildiksə Azərbaycan çempionatı Avropanın təsvir olsun ki, bu ifadələr tez eşidilir Avropanın zəif çempionatlarından, amma çox rahatca deyə bilərik ki, hazırda Azərbaycan çempionatı Avropanın möhkəm orta bağ çempionatlarından biridir və heç bir Azərbaycan, heç bir kluba Azərbaycan komandalarına oynamaq asan olmur Avropa Liqasında. Bu mövsümdə ən azı Inter Atletik Bilbao mücadiləsində bunu göstərdi. Qayda pozuntusu ilk 4-cü dəqiqədə Elvin Yunus Sadə Aydın Qasımova qarşı qaydanı pozur. Razı deyil hakimin qərarı ilə, amma bu normaldır. Hər bir futbolçu qayda pozuntusundan sonra əlbəttə narazılığını hakimə əksər hallarda bildirir. Tural Ürbətov zərbəni yerinə yetirməlidir. Boş olan komanda yoldaşını axtarır. Axtarışları nəticə verdi. Uzun oynadı Aydın Qasımovla, amma topda birinci Coşqun Diniyev olacaq. Elvin Yunus Sadə üçün də bu maç çox önəmlidir. Neftçidən gəldi Qarabağa və hazırda oynadığı mərkəz müdafiəçi mövqeyində təbii ki, rəqabəti elə ki, Rəşad Sadıxovla Bədavi Hüseynova uduzur. Və bu onun üçün gözəl bir şansdır ki, burada özünü göstərsin və Qurban Qurbanovun etimadını qazansın gələcək oyunlarda. Əlbəttə, Rəşad Sadıxov da əbədi oynamayacaq. Artıq karyerasının 33 yaşı var bu futbolçunun. Nə varsa karyerasını bitirməlidir və onun yerinə şübhəsiz ki, Qurban Qurbanov da Qarabağda çox yaxşı mərkəz müdafiəçi yetişdirməyi düşünürlər. Nədən də bu Elvin Yunus Sadə olmasın? Oyunda ilk 5 dəqiqə artıq geridə qaldı. Sürətli, maraqlı bir oyunun şahidiyik. Amma elə ki, hər hansı bir təhlükəli zərbə, qapıya endirilən təhlükəli zərbə ilə tamamlanan hücumun şahidi olmamışıq. Xəylov, Rəqim Novruzovla oynayır. Puponun pressingi var idi arxada, amma vəziyyətdən çıxa bildi Azal. İndi Murad Səttarlı ilə hücumu qoşmağa çalışır. Seymur Əsədov bir toxunuşla geriyə. Seymur Əsədov komandanın kapitanıdır. Qısa müddətdə çox inkişaf eləmiş futbolçu. Kapitan sarğısını da keçirdi. Cəmi bir mövsüm oynadıqdan sonra, ötən oyundan Qəbələ görüşdən sonra Seymurla da söhbətləşdi. Milli komandaya da genişləndirilmiş heyətdə cəlb olunub bu futbolçu. Namaşko topla qovuşdu. Rail Məlikova vermədi topu. Tural Qurbətovla oynayır. Tural komanda yoldaşı Rail Məlikova doğru. Valzav Məmmədov.
Qayda pozuntusu Azər Salahlı sərt oynamışdı rəqibinə qarşı. Düz alt xəttinin yanında Azal yerinə yetirdi cərimə zərbəsini. Yüksək tempo oynamaq əlbəttə Azal üçün Qarabağla çətindir. Ona görə komanda topa nəzarət eləməyə çalışır. Güman ki, Tarlan Əhmədovun ilk dəqiqələrdən tapşırığı bu olub. Sözsüz ki, əgər heyətə baxsaq, düzdür, Reynaldo, Almeida yoxdur, amma Qarabağın bu heyəti onlarsız da olduqca güclü bir futbolçuların yer aldığını deyə bilərik. Odur ki, Azal baxmayaraq ki, doğma meydanda oynayır. Burada böyük qüvvə ilə hücuma atılmayacaq. Bunu artıq qabaqcadan da söyləmək olardı. Və hazırda da bunun biz şahidiyik. Şeyişin ikinci mini səhvi bu dəfə sola uzun oynamağa çalışdı, amma top yan xətti tərk elədi. Mərkəzdə mübarizə, Əfran İsmailov da top qaldı. Fərdi ustalığından yararlanır. Sol cinahda iki futbolçunu qoşmağa çalışır, amma hamadan tez Azallı Qıvanzaf Məhəmmədov topa çatdı. Yaxşı düşünülmüşdü, amma zənnimcə burada Əfran İsmailov daha səliqəli ötürmə edə bilərdi. Belə ki, iki komanda yoldaşı həmin ötürməni qəbul etməyə hazır idi. Həmin ötürmədən sonra topu qəbul etməyə hazır idi. Yusufov. Yenə Şehiç. Bu dəfə də uzun oynayacaqmı? Üçüncüsü atalar üçdən deyib. Üçüncü səhvi necə? Bəli, bu da səhvdir. Rəqibə verdi topu, amma sadəcə Vüqar Mustafayev sığortaladı qapıçısının səhvini. Salahlı yenidən Yusufova. Hələ ki, Qarabağın mərkəz müdafiəçiləri komandanın heyətində topu ən çox toxunan futbolçulardır. Ortadan oyun keçmir. Azalın cərimə meydançasına tərəf və meydançanın Azala aid olan hissəsinə tərəf. Mən Namiq Yusufovu ilk dəfə müdafiənin sol cinahında görürəm. Maraqlıdır bu eksperiment necə nəticələnəcək. Hər halda universal bir oyunçudur. Bu çox tez-tez Qurban Qurbanov tərəfindən bildirilirdi müsahibələrdə və indi maraqlıdır görəsən Namiq Yusufov Ansaqolinin yoxluğunda sol cinahda nə ilə yadda qalacaq. Adətən dayaq yarım müdafiəçisi mövqeyində biz Namiq Yusufovu görürük, amma bugün sol cinahda oynayır. Deyərdim ki, sol mərkəz müdafiəçisi kimi. Çünki Qarabağ hücuma çıxarkən Vüqar Mustafayev müdafiəçilər arasında gedir və üçlü müdafiə təşkil edirlər. İndi də Yunuszadə irəli getdi. Orada səhifə yol verdi. Onun səhifini məhz Mustafayev sığortalamalıdır. Qarabağın sürətli, Azalın sürətdəki hücuma alınmadı. Amma topu nəzarət etməyə çalışır meydan sahibləri. Və Ali Məlikov geriyə Tural Qürbətov oynayır. Kuponun pressingi Cəfər Quliyev. İsmailov topladı. Əfran Qarabağda getdikcə daha inamlı oyunla yadda qalır və zənnimcə vaxtıyla ulduzu parladığı Əfranı biz bir neçə oyundan sonra görə bilərik və bu cür maçlar Əfran üçün çox vacibdir. Necə düşünürsən? Bəli, Qarabağa dönüşü onun üçün karyerasını yenidən alovlandırmaq mənasında önəmlidir əlbəttə. Çətindir bir dəqiqə start heyətinə birdən-birə düşməsi. Qarabağın oturmuş oyun sxemi var və ilk oyunlarda görünürdü ki, Əfran çətinlik çəkir bu sxemə yenidən uyğunlaşmağa, amma əlbəttə zaman lazımdır. Əfran ustalığı yəqin ki, istənilən azarkeşə və bizə də bəllidir. Altı yerinə yetirəcək meydan sahibləri. Biraz daha. Emin Cəfərquliyev indi bunu edir və bunu edərkən biz eşitdik ki, komanda yoldaşlarına məsləhət görür ki, biraz geriyə çəkilsinlər. Bir daha qeyd edək ki, CBC telekanalı Topaz Premyer Liqasının eksklüziv yayım hüquqlarına malikdir bu mövsümdə və çalışırıq ki, tamaşaçılarımıza ən xoş və ən səviyyəli görüntülər təqdim edək. Və bir qədər əvvəlki epizodda da siz futbolçuların bir-birlərinə nə söylədiklərini də eşitdiniz. Bu da təbii ki, müasir texniki avadanlıqların, mikrofonların meydan ətrafında quraşdırılmasından xəbər verir. Əfran İsmailov ötürməsini edir. Zərbə qapıya endiriləcəkmi? Xeyr. Topun qəbulunda səhvə yol verdi Mahir Mədətov. Qəbul etsəydi çox təhlükəli ola bilərdi. İndi iki rəqibini keçməyə çalışır. Tabii yenidən Qarabağda Elvin Məmmədov qısa məsafədə rəqiblərini anlatdı, amma alınmadı. Azal müdafiədən indi çıxmalıdır. Yaxşı çıxdılar. Quzar Kvirtsiya, Tagim Novruzov bir qədər sürət toplama yığmaq lazımdır. Aydın Qasımov açıldı. Ötürmə, oyundan kənar vəziyyət. Hazırda biz oyundan kənar vəziyyətin olub-olmadığına baxacaq. Mənsə Rüstəm tamaşaçılarımıza bir xoş xəbər vermək istərdim. 19 yaşadakı qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riga şəhərində təşkil olmuş Baltic Cup turnirinin qalibi olub. Qızlarımızı bu qələbə münasibətilə təbrik edirik. Qeyd edim ki, finalda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyük hesablı qələbə qazanıb. 5-0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyunda Litvalı əmyaşlılarını 1-0, növbəti qarşılaşmada isə Latviya komandasına 4-0 hesabı ilə Latviya komandasını məğlub etmişdi. Qızları təbriklər bizim adımızdan. Və ümid edək ki, qarşıda əsas yığma komandamızda 2 oyun keçirəcək. Avropa Çempionatı Təsnifat Məhəlləsi oyunları çərçivəsində sentyabrın 3-də Xorvatiyanı Baksel Arenada qəbul edəcək. 3 gün sonrası Maltaya yığmamız səfər edəcək. Hər iki oyunda yığmamıza uğurlar arzulayırıq. Yeri gəlmişkən yığma komanda haqqında danışdıqsa, Qarabağdan yığma komandaya 7 futbolçu cəlb olunub. Bunlar kimdir Rüstəm? Bədavi Hüseynov, Rəşad Sadıqov müdafiənin mərkəzində yəqin ki oynayacaqlar bu futbolçular. Yəni, əsas oyuncular məhz bunlardır. Qara Qarayevanski start heyətinə bugün yer almayıb. Həmçinin Cavid Tağıyev, Coşqun Diniyev, Elvin Məmmədov və Əfran İsmailov. Onlardan biz üçünü, həm Coşqunu, həm Əfranı, həm də Elvini bu dəqiqələrdə start heyətində görürük. Pupon mübarizə aparacaq. Raili Məlikovla mübarizədən. Top Qarabağda qaldı. Elvin Məmmədov sola meyillənir. Yanında Mahir Mədətov var. Onunla oynadı Mahir. Qıvanzabı keçir. Cəlvə meydançısına baxır. Cəlvə ora ötürmə verir. Çıxmadı Namaşko, amma Emin Cəfər Quliyev özünü yetirdi. Seymur Əsədov. Vaxtında Emin Cəfər Quliyev həmin mövqe özünü yetirdi. Əks təqdirdə Əfran İsmailov artıq zərbə mövqeyinə çıxarılırdı. Top uğrunda mübarizə gedir və bu mübarizənin sonunda topu Qarabağ qazanır. Çünki outdan topu məhz onlar oyuna daxil edəcəklər. Bəli, hörmətli tamaşaçılar. Rəsmi şəxslər də var maçda. Rəsmi şəxslər də var maçda. Baxmayaraq ki, bazar günüdür bugün. Amma biz görürük ki, futbol adamlarımız da Azərbaycan futboluna böyük diqqət yetirirlər və baxmayaraq ki, Azal Qarabağ görüşü Mərdəkanda keçirilir. Şəhərdən bir qədər uzaqda. Vaxt tapıb gəlirlər bu oyuna tamaşa etməyə. Bir qədər əvvəl biz Ramin Musayev, Qəşəngər Futbol Liqasının prezidenti və İlham Məmmədovu AFFA-nın baş katibini görə bildik. Cərimə zərbəsi yerinə yetirəcək. Rail Məlikov Puponu qarşı mübarizədə qaydanı pozur. Təhlükəli nöqtədən Qarabağ topu qapıya vuracaq. Coşqun Diniyev topu hazırladı. Sonradan topu hazırlamaq növbəsini Əfran İsmailova verdi. Coşqun Diniyev oradan uzaqlaşır. Belə zərbəni kim yerinə yetirəcək? Hakim fitini göstərdi. Yalnız fitdən sonra zərbə vurmaq mümkündür. Tez başlamaq mümkün olmayacaq. Bu arada Qəbələ Kəpəz görüşündə hesab açılıb. Oyunun 8-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. 1-0. Qəbələ öndədir. Cərimə zərbəsini indi Qarabağ komandası yerinə yetirəcək. Topun arasında Mahir Mədətovu və Əfran İsmailovu görürük. Onlardan kim bu zərbəni yerinə yetirəcək bir qədər sonra biləcək. Elvin Əskərov oyunun baş hakimi elə ki canlı səddi qurur. Lazım olan məsafəyə çəkilməsini canlı səddi olan futbolçulardan tələb edir. Tərlan Əhmədov çox diqqətlə indi bu epizodu izləyir. Biz onu çox yaxşı görürük. Azalın baş məşqçisini. Qurban Qurbanovsa, bəli, o da ayaq üstədir. Hakimin işarəsi gələcək. Artıq Əfran İsmailov tək başına topun arxasında durub hakimin işarəsi gəlir. Əfran İsmailovun zərbəsi, top canlı səddə deyir, geri qayıdır. Əfran topu qazanacaqmı? Geri dönən topu qazana bilmir və Azalın əks hücum qurmaq üçün yaxşı imkanı olur. Tagim Novruzov ötürməsini dəqiq edə bilsəydi. Sürətli çıxa bilmədi Azal yenidən və Qarabağ topa nəzarəti ələ keçirir. Şehid şart 3 dəfə ötürməsi qeyri dəqiq alınıb komandaşlarla. Dördüncüsü nəhayət ki dəqiq oldu. Əfran İsmailov geriyə qayıtdı, topu saxladı. Elvin Məmmədov boş düz mərkəz xətt üzərində. Xeyli geniş məsafə var sağda. Elton Yaqublu hücuma qoşulub. Pupon cərimə meydançasına daxil olmaq üzrədir. Elton Yaqublu vaxt itirdi. Baxdı komanda yoldaşlarına. Yenidən Elvin Məmmədovla oynayır. Məmmədov keçdi rəqibini. Elvin Məmmədovun cərimə meydançasına tərəf ötürməsi. Əfran İsmailov birbaşa zərbə. Qapı çərçivəsinə gedən ilk zərbə bu qarşılaşmada 15-ci dəqiqənin lap sonunda Əfran İsmailov qapını dəqiq nişan alsa da Stanislav Namaşkonun top düz üzərinə getdi. Əfran yenidən topu ələ keçirir indi. Keçdi bir rəqibini. 2 nəfər əhatəsində Elvin Məmmədovla oynayır. Diniyev, geriyə Vüqar Mustafayevə. O da sol tərəfdə Elvin Salahlını tapır. Azər Salahlı üzr istəyəm əlbəttə. Mustafayev. Yenə Salahlı. Oyunun sürəti indi bir qədər aşağı düşüb sanki, amma Qarabağ indi sol cinahla növbəti hücumunu təşkil edir. Pupon topu qəbul edə bilmir. Burada pressingi davam edir. Topu itirsə də çox üstəlidir. Pupon ümumiyyətlə Pupon üçün bax bu oyunda mənə gəlir ki, fərqlənmək çox vacibdir. Bəli.
Çünki Avropa Liqasında bir dəfədən bir oynayır. Hər dəfə start heyətinə gələ bilmir. Reynaldo kimi onun bu mövqedə rəqibi var hücum xəttində. Amma çempionatda özünə əminlik, inam qazanmaq mənasında bu cür oyunlarda qol vurması önəmlidir. Tərlan Xaylov indi Azalın hücumunu başlamağa çalışacaq. Amma Seymur Əsədov səhvə yol verdi ötürmədə. Yaqublu, Coşqun Diniyev. Amma Seymur Əsədov səhvini düzəldir. Azal istəklidir. Futbolçular çox mübarizə aparırlar, çox qaçmağa çalışırlar bu 16 dəqiqə ərzində. Boş mövqe verməməyə çalışır Azal. Qarabağla maçda bu önəmlidir, çünki Qarabağın fərdi ustalığı yüksək olan futbolçuları var. Boş mövqe onlar üçün hava su kimidir. Azal komandasının 9 nömrəli futbolçusu Aydın Qasımov topu qəbul etdi, amma burada zədəli oyunçu var Qarabağ heyətində və hətta Azal komandasının oyunçuları da komandanın kapitanı Seymur Əsədova bildirirdilər ki, topu çıxarmaq lazımdır və Seymur Əsədov da məhz bunu edir. Kim zədələndi burada? Coşqun Diniyevdir. Coşqun Diniyev. Bax, bu epizoddan sonra, hörmətli tamaşaçılar, Emin Cəfərquliyevlə toqquşmadan sonra zədələnir. Ümid edək ki, zədəsi ciddi deyil. Unutmayaq ki, Coşqun Diniyev yığma komandamızın sıralarına çağırılan Qarabağlı futbolçu, 7 futbolçudan biridir. Yığma komandaya da lazımdır, Qarabağa da lazımdır, ümumiyyətlə Azərbaycan futbolunda lazımdır. Bu oyunda iştirakı maraqlıdır. Çox fəaldır Coşqun Diniyev. Hakim qayda pozusu qeyd almamışdı həmin epizodda. Sadəcə Azal futbolçuları topu meydançdan çıxardığına görə fair play qaydalarına əsasən Qarabağ onu meydan sahiblərinə qaytarır. Tural Qurbətov. Məlikov. Rahim Məlikov, mənə elə gəlir ki, bu dəfəki görüşdə daha dəqiq oyunu ilə seçilməlidir. Xatırladaq ki, Qəbələ ilə oyunda məhz onun qayda pozuntusundan sonra Azalın qapısına penalti təyin olundu və həmin maçda birinci qol Qəbələnin məhz həmin penalti zərbəsindən sonra vurulmuşdu. Aleksey Qay həmin o penaltini qola çevirən futbolçu idi Qəbələdə. Qəbələ Kəpəz oyununda hesab dəyişməz olaraq qalır 1-0. Bizim qarşılaşmada isə elə ki, qol yoxdur. Oyunda 19-cu dəqiqə gedir. Xatırladaq ki, bugün Topaz Premyer Liqasının 3-cü turunun daha 3 görüşü keçilir. Bir oyun artıq başa çatıb. Söhbət Neftçi Sumqayıt oyunundan gedir ki, həmin qarşılaşmada qələbəni meydan sahibi Neftçi futbolçuları qazandılar. 2-1 hesabı ilə qalib gələrək. Yusufov əvvəlcə Yunusadə oynamaq fikrinə düşdü, sonra o fikrindən daşındı. Ön xəttdə Puponu tapdı, Pupon geriyə qayıtdı və yenidən Yusufov topla toxunur. İbrahim Şehic bir qədər fasilə götürdü və dəqiq götürmə etdi. Elvin Yunusadə sağ cinahlı oynayır. Qarabağ topu indi özündə saxlamağa üstünlüyü verir. Qısa ötürmələrlə Pressing var Azaldan. Azalın bu pressingindən yaxa qutarmağa çalışırlar. Alınacaqmı? İkində top kimdə qalsa, mübarizəndə o udumuş sayılır. Qarabağ mübarizədən qalib çıxır. Əfran İsmailov sola düşüb. Özüstən Əfran İsmailov sağda da əlbəttə. Mahir Mədətov idi topla oynayan. Azalın oyuncusundan ötürmə Aydın Qasımov offside olduğuna görə oradan çıxdı və topun arxasınca qaçmadı. Onu da qeyd edək ki, Qarabağ futbolçuları çox gözəl başa düşürlər ki, ötən gün Xəzər Lənkəran doğma meydanda xalq itkisinə məruz qaldı. Xəzər Lənkəransa böyük ehtimalla Qarabağla bu çempionatda birincilik uğrunda mübarizə aparan kollektivlərdən biri olacaq. Odur ki, əgər Xəzər Lənkəran xal itiribsə, Qarabağ bugün çalışmalıdır bundan yararlanmağa. Amma bunun üçün səfərdə Azala qalib gəlmək lazımdır. Təbii ki, bununla Azal razı deyil. Əlbəttə. Bu da futbolun gözəlliyidir, maraqlı mübarizə. Ümid edək ki, çempionat boyu bax bu cür mübarizənin şahidi olacaq. Komandalar çox sıx bir-birlərinə yaxın olacaqlar turnir cədvəlində və sona qədər biz, sonuncu tura qədər hətta mən deyərdim ki, biz çempionluqda mübarizənin şahidi ola bilərik. Yəni bu ehtimallar da əlbəttə ki, biz istərdik ki, bu ehtimallar özünü doğrultsun, çünki çempionatımız, futbolumuz bundan udar. Birinci mərkəzində Tərlan Xaylov və Allah Finklə Vüqar Mustafayevi işsiz qoydu. Sakin fiteşdirildi. Cərimə zərbəsi Azal yerinə yetirəcək. Azalın əlbəttə problemi hətta Qarabağın azsaylı səhvlərindən yararlanıb sürətdə hücuma çıxa bilməməyidir. Əslində bu cür komandalar belə şeylər ümid eləməlidir. Amma Azal görünür ki, bu məsələ üzərində hələ xeyli işləməlidir. Damaşko uzun oynayır. Yunusadə Qasımov mübarizəsindən Yusufov qalib ayrıldı. Namiq Yusufov. Hamıdan arxada Qarabağın hücumu başlayır. Yaqublu
Əfran İsmailov texniki səhvə yol verir. Azal sol cinahdan indi. Aydın Qasımov komanda yoldaşını tapa bilmədi, amma Seymur Asadovla hücum davam edəcək. Seymur Asadov zərbə mövqeyinə çıxır. Zərbə indirir. Bu da Azalın ilk zərbə cəhdi, top qapının üstündən keçdi. 21-ci Seymur dəqiqədə. Əsədov Qəbələ ilə də görüşdə fəallığı ilə seçilirdi. Hazırda da oyunu üzərinə götürməkdən çəkinmədi. Bir xeyli mərkəzlə irəlilədikdən sonra qüvvətli zərbə ilə topu qapıya göndərdi. Zərbəsi qüvvətli olsa da dəqiq olmadı, amma hər halda azacıq da olsa Qarabağın qapısı önündə gərginlik yarandı. Bəli. İlk zərbə kimi statistiklər bunu qeyd edə bilərlər. Azalın ifasında əlbəttə. Novruzov Pupon mübarizəsi meydan mərkəzində kifayət qədər sərt. Qarabağ hücum davam edəcək. Pupon sürət yığır. Pupon topladı. Yenə Pupon. Qayda pozuntusu. Rahil Məlikov 2 dəfə artıq bunu eləyib və ikinci cəhdə sarı vərəqəsini aldı Rahil Məlikov. Oyunun 22-ci dəqiqəsində qeydlərimizi aparaq. Rahil Məlikov Azalın heyətində sarı vərəqə ilə cəzalandırılır. Bir qədər birinci epizoddan bir neçə metr sağa, mərkəzə tərəf cərimə zərbəsi Qarabağı yerinə yetirəcək. Rahil Məlikov bir qədər əvvəl biz elə onun haqqında danışmışdıq. Qeyd elədik ki, yəqin ki, bu oyunda daha səliqəli futbol nümayiş etdirər, amma budur artıq oyunda 23-cü dəqiqə gedir və bu qayda pozuntusuna görə o qarşısında sarı vərəqə görür və üstəgəl Qarabağ hazırda çox təhlükəli bir nöqtədən cərimə zərbəsini yerinə yetirəcək. Coşqun Düniyev bu dəfə zərbəni yerinə yetirməlidir. 4 nəfərdən ibarət canlı səhət. Tural Qürbətov, Emin Cəfər Quliyev, Tagim Novruzov və Tərlan Xəlilov orada Namaşqaya kömək eləməlidirlər bu cərimə zərbəsindən sonra qol olmasın deyə. Düniyev yaxınlaşır topa. Zərbəsi Düniyevin daha yaxşı zərbə idi. Top qapının üstündən keçdi. Namaşqa güman ki topa toxunmadı. Çünki Əlvin Əskərovun işarəsi qapıdan zərbə idi. Bir qədər əvvəl Azalın heyətində komandanın kapitanı Seymur Əsədovun zərbəsini izlədik. İndi isə Qarabağ sanki buna cavab olaraq cərimə zərbəsini yerinə yetirdi və bu təhlükəli zərbəni vuran futbolçu Coşqun Düniyev idi. Eyni şəkildə demək olar ki, eyni oxşar iki zərbənin şahidi olduq. Top qapının üstündən keçərək meydanı tərk edir, amma hər halda zərbələr yadda qalan idi və ən əsası bir qədər əvvəl Rüstəm sən qeyd etdiyin kimi statistikada da bu özünü göstərəcək. Yeri gəlmişkən ilk hissə başa çatandan sonra dərhal hörmətli futbol sevərlər bu ilk 45 dəqiqənin statistikası sizə təqdim olunacaq. Salahlı Elvin Məmmədov topu qarşısına atdı. Sürət yığmağa çalışır. Sağda Əfran İsmailova qoşur hücuma. Ötürməsi bir qədər dəqiqə alınmadı. Emin Cəfər Quliyev vaxtında özünü yetirib onu topu Əfranın ayaqları arasından çıxardı. Amma hücumda effekt ola bilmədi Emin. Emin Cəfər Quliyev Nuqzar Kvirtiyanın ötürməsindən sonra topu özündə saxlaya bilmədi və Qarabağ komandası topu qazanır. Yaqubludur. Yunus Sadə, Yusifov. Y hərfini kolleksiyasıdır Qarabağın müdafiəsində, amma Salahlı. Hazırda bu dəqiqəyə qədər oyunu izlədik və sözsüz qeyd edə bilərik ki, Qarabağ əksər hallarda hücuma keçərkən bu barədə bir qədər sonra künc zərbəsi qazanır Azal. Əla. Çox halda komanda hücuma keçərkən, bir çox halda komanda hücuma keçərkən Qarabağ 3 müdafiəçi ilə qalır. Bu da ola bilsin ki, Qurban Qurbanovun yeni bir eksperimentidir, amma Salahlının səhvindən Azal az qala istifadə edəcəkdi. Azal az qala. Yusifov ama özünü yetirdi kapitan kimi və sonuncu müdafiə nöqtəsi kimi topu Azal'ın oyunçunun ayağından çıxarır. Amma meydan sahibləri maçda ilk 3. zərbəsini yerinə yetirəcəklər. Nuqzar Kvirtiya sol ayaq ilə yəqin ki topu cərimə meydançasını uzaq küncə və yaxın küncə fırladacaq. Görək eləyir Nuqzar. 5 nəfər var Azal'dan cərimə meydançasında. Qarabağ 7 nəfərlə müdafiə olunur. Ön dirəyə ötürmə Elvin Yunus Sadə topla birincidir. Hücumu davam etdirmə cəhdi Tərlan Xəlilovdan. Kvirtiyaya vermədi topu. Tural Qürbətov. Qvanzav Məhəmmədov. Yenə Tural. Geri qayıtdı Azal. Uzun oynayır Tural. Emin Cəfərquliyev Azal'ın heyətində hücuma qoşulub. Sol cinah müdafiəçisi topu qazana biləcəyimi. Azal komandası indi çox fəaldır və qayda pozulur burada. Azal'ın bu oyunda yeganə hücumçusuna qarşı Aydın Qasımov və Tərlan Əhmədovu dərhal görürük. O komandasının futbolçularını sanki erkən başladı amma gol da oldu. Emin Cəfərquliyev fərqləndi. Bəli, vaxtına fitdən əvvəl başladı Azal. Amma maraqlıdır ki, əslində Elvin Əskərov fitini göstərməmişdi. Belə bir işarə verməmişdi. Emin Cəfərquliyev
zərbə vurduğuna görə, fitdən sonra zərbə vurduğuna görə sarı vərəqə ilə cəzalandırılır. Amma əgər həqiqətən də hakim futbolçulara işarə etməmişdirsə, mənim fitim olmadan zərbəni yerinə yetirmin, o zaman Azal futbolçuları burada qaydanı pozmadılar. Təkrar baxırıq. Yunus Sadə qaydanı pozdu Aydına qarşı. Və hakim futbolçu ilə söhbətləşir. Tagim Novruzov erkən başlayır. Lakin bir məqam da var ki, Elnur Cəfərquliyevin zərbəsindən öncə artıq hakimin fiti də səslənmişdi. Yəni o bildirmişdi ki, oyunu saxlamaq lazımdır. Zərbədən öncə hakim fiti var idi. Hər halda mübahisəli bir epizoddur. Bu barədə şans davam edir Azal üçün. Gəlmə zərbəsindən yaralanma olar. Çox yaxşı bir mövqedir. Buradan topu birbaşa qapıya göndərmək olar. Görək Azalın heyətində bu cür ustalıq səviyyəsinə malik olan futbolçu varmı? Bunu bacaracaqmı? Kim? Tağım Novruzov yoxsa topun arxasında kimi görürük? Tərlan Xəlilovu görürük. Və Murad Səttarlı. Tərlan və Murad sol ayaqlı oyunculardır. Tagim Novruzov isə sağ ayaqla zərbə endirir adətən. Səncə kim yerinə yetirəcək Rüstəm? Tagim Novruzov. Qısa pasla başlamasalar Tagim Novruzov birbaşa zərbə vurmağa çalışacaq. Onun bu nöqtələrdən zərbələrinin şahidi olmuşam mən. Hər dəfə əlbəttə dəqiq olmur. Del Piero deyil Tagim. 6 nəfərdən ibarət yeri gəlmişkən Qarabağ canlı səhv qrup. Tagimin zərbəsi düz şey üstünə. Canlı səhvin üstündən deyil, qapçının durduğu küncə topu göndərməyə qərar verdi Tağım Novruz və bəlkə də düşündü ki, beləcə qapçını aldada bilər. Şehic düşünər ki, top canlı səhvin üstündən qapıya göndəriləcək və bir addım edər ki, bu addım da yetərli olar ki, Tağım Novruzun bu zərbəsindən sonra top tora daxil olsun. Amma xeyr, İbrahim Şehic olduqca təcrübəli bir qapçıdır və belə şeyə alınmadı. Elvin Məmmədov, Tərlan Xəylov presik altına saxladı. Ekən çıxdı Qarabağ. Elvin Yaqublu hücuma qoşulur. Elvin Yaqublu cərimə meydançasına ötürmə verəcək. Ötürməsinə Maşko havadan tez çatdı. Maraqlı bir hücum idi. Əsas da odur ki, sürətli bir hücum alındı və biz görürük ki, əgər Qarabağ sürəti artırırsa, o zaman Azal müdafiəsi çətin anlar yaşayır. Tagim Novruzov, yenidən Tagim Novruzov müdafiədən hücuma keçərkən onun üzərinə Azalda çox böyük yük düşür və hələ ki, etiraf edək ki, bu yükün öhdəsindən gəlir Tagim Novruzov. Düzdür, bundan öncə Qəbələ ilə görüşdə oyunun sonlarına yaxın artıq yorğunluq da öz sözünü deməyə başladı Tagim Novruzov da. Lakin unutmayaq ki, bu mövqedə oynayan futbolçular həqiqətən də çox böyük güc sərf etməli olurlar. Növbəti qayda pozuntusu Mahir Mədətovdan Luqzar Qvirtiyə tərəf. Əks nöqtədə olan kameramızdan görüntünü görürsünüz. Rüstəm, paralel keçən Qəbələ-Kəpəz oyunundan yeni bir xəbər varmı? Xatırladaq ki, bir qədər əvvəl qeyd etdiyimiz kimi həmin oyunda artıq hesab açılıb 1-0 və Qəbələ elə ki öndədir. Qolu vuran futbolçu isə Ermin Zətsidir və Qəbələnin bu üstünlüyü davam edir bu dəqiqələrdə də. Orada da oyunun 28-ci dəqiqəsi gedir. Out. Qarabağ yerinə yetirəcək. Seymur Asadov risk eləmədi burada. Əfran İsmailovla sürətini yoxlamaq qərarına gəlmədi. Bu arada Qarabağ azarkeşlərini də qeyd etmək istərdik. Baxmayaq ki, sayıları çox deyil. Unutmayaq ki, oyun Dalğa Arenada, Mərdəkanda yerləşən stadionda keçirilir. Amma onlar komandalarını çox gözəl bir şəkildə dəstəkləyirlər. Təbii ki, Qarabağa ümid və arzular böyükdür. Bir daha qeyd edək ki, Qarabağ bu həftə doğma meydanda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin Young Boys klubunu qəbul edəcək. Həmin o klubu ki, səfərdə bu geridə qoyduğumuz həftə Qarabağ 1-0 hesabı ilə qalib gəlmişdi. Həmin oyunda qolun müəllifi Richard Almeida var idi. Bugün Almeida meydanda yoxdur. Bizim üçün çox vacib bir oyuncudur. Görünür Qurban Qurbanov ona və komandanın digər liderinə Reynaldoya istirahət verməyə qərarı verdi və komanda gəlin görək Azalla oyunda bu futbolçuların yoxluğunda hansı nəticə qazanacaq. Maçda 31-ci dəqiqə gedir. Həmçinin Rəşad Sadıqov, komandanın kapitanı və Əlhərbə Jadaoyun adı da iştirak əlcəsinə salınmayıb. Quintana isə ehtiyatda qalıb. Bədavi Hüseynovun da yoxluğunu qeyd edilməyə dəyər. Yəni yenilənmiş mərkəz müdafiəçiləri ilə oynayır Qarabağ. Bir daha vurğulayaq. Nominal olaraq oyunun əvvəlində Yunus Sadə, Yusifov cüstlüyü oynayır. Müdafiə mərkəzində Vüqar Mustafayev isə komandanın hücumları zamanı ora düşür. Şimdi uzun oynadı Qarabağlı futbolçu, amma effektsiz.
Rüstəm, mən Coşqun Diniyev haqqında danışmaq istərdim. Almeydanın yoxluğunda necə düşünürsən? Mənə elə gəlir ki, elə onun funksiyasını meydanda Coşqun Diniyev yerində yetirir. Çünki mərkəzdə topu ələ keçirir, hücumları qurur, topunda mübarizə aparır. Vüqar Mustafayev Qara Qarayevin funksiyalarını yerinə yetirir. Elvin Məmmədov isə Dani Quintana kimi. Təxminən ən azından mövqeləri eynidir. Əlbəttə oyunun gərginliyi havadan da çox şey asılıdır əlbəttə. Bu öz futbolçuların oyununa da öz təsirini göstərir. Rahil Məlikov burada çox yaxşı futbol freestaylarının ənənələrini nümayiş etdirdi azarkeşlərə bu stadionda. Halbuki mən səhv etmirəmsə qaydalara uyğun olaraq futbolçu yerdə olarkən top orunda mübarizə aparmamalıdır. Bəli. Ən azından iki ayağı ilə topu öz ayaqlarının arasına saxlaya bilməz, amma Evin Əsgərov ya bu epizodu diqqət yetirmədi, ya da görünür qaydalar buna müəyyən mənada icazə verir. Ən azından Rahil Məlikovun elədiyi hərəkətə. Xəlilov indi topladı, sol cinahı tapdı Murad Səttarlını. Cəmin Cəfər Quliyev özünü təklif edəcək. Gəlib ona çatarsa Murad Səttarlı ötürməni verəcək, amma Murad mərkəzə doğru meyillənir. 2 nəfəri keçdi. 3-cü ötürməsi Seymur Tərlan Xəlilova üzr istəyirəm. Amma hücum elə 5 idəcə boğuldu. Və yenidən Qarabağ tələsmədən adət etdiyimiz bir tərzdə öz hücumunu qurmağa çalışır. Elvin Yunuszadə topu qəbul etdi, irəliləyir. Əfran İsmayılovla oynadı. Əfran İsmayılov ise topu itirir. Pressing bəhrəsini verdi burada. Azaldan Seymur Əsədov. Dərhal Əfran topu qəbul edən kimi Azalın 2 futbolçusu onun üstünə şığıdı. Elvin Əsədov, Azalın kapitanı. Topu bir qədər geriyə ötürür. Tural Ümbətov indi Stanislav Namaşko ilə oynadı. Namaşkoya qarşı pressing var Pupondan və Namaşko ünvansız bir şəkildə topu meydandan çıxarır. Halbuki düşünülmüşdü ki, top Emin Cəfərquliyeva çatmalı idi. Yunuszadə. Yenə Şeyhçi boşda oyna. Qapçıların işi yoxdur demək olar. Hərçənd hər iki qalıb görür. Bir dəfə oyuna qoşulublar. O qədər də dəqiq, güclü olmayan zərbələrdən sonra topu götürüblər. Yaqublu. Pupon. Pressing bəhrəsini verdi. Azalın sürətli hücumu alıb. Madam Atarlan uzun oynuyor. Murad Səttarlan qoşmağa çalışır. Namiq Yusifov heç kimin maniyəsi olmadan topu qəbul edəcək. Vüqar Mustafayevə, Rüstəm Salahlıya, oradan Yunuszadeyə. Beləcə Qarabağ cinahı dəyişir. Yenə Yunuszadə. Az qala səhv yol verəcəkdi. Amma başının çarəsinə baxdı. Murad Səttarlı tərəfindən ona qarşı pressing var idi. Namiq Yusifov indi topu ələ keçir. Sol cinahda sanki Azalda boşluq yaranıb, amma dərhal futbolçular bura özünü çatdırır və bu səbəbdən də irəliyə gedə bilmədi Qarabağ komandası. Hələ ki topu geriyə oynayırlar. Elvin Yunuszadə hətta bu əl işarəsi ilə komanda yoldaşlarına bildirir ki, biraz yaxın olun, topu ötürməyə bir kəs yoxdur. Salahlı qoşuldu hücuma. Bəlkə zəmmeyilləni, topu bir qədər özündən irəli atıb irəliləməyə çalışdı, amma Tagir Novruzov fürsətdən lazımınca yararlandı. Topu Azal saxlamaq mənasında. Qarşılaşmada 35-ci dəqiqə gedir. Azal Qarabağ oyununda hesab açılmayıb. Topaz Premyer Liqasının 3-cü turunun qarşılaşmasını izləyirik. Tura ötən gün start verildi. Xəzər Lənkəran doğma meydanda Rəvanla 1-1 hesablı Heçəçə həmin oyunda qeydə alındı. Bugün daha bir görüş keçirilib, artıq yekunlaşıb. Söhbət Neftçi Sumqayıt oyunundan gedir ki, Neftçi azarkeşlərini təbrik edə bilərik. Komanda mövsümdə ilk qələbəsini bayram etdi. 2-1 hesabı ilə rəqibinə qalib gələrək. Bizim izlədiyimiz oyunla paralel olaraqsa Qəbələdə yerli komanda Kəpəzi qəbul edir. Həmin oyunda hesab elə ki 1-0'dır. Rahil Məlikov Mərdəkanda Azal Qarabağ qarşılaşmasında topa yelənən futbolçu idi. Murad Səttarlını tapdı. O Seymur Əsədova göndərir topu. Kapitan irəli. Ümid yalnız ona da Azalda. Gözəl ara ötürməsi. Düşüncə olaraq gözəl, amma əksər hallarda olduğu kimi futbolçuların düşüncələri həmişə yerinə yetsəydi, biz basketbol hesablarına şahid olardıq. Aydın Qasımov da bölsədə topa çata bilmədi. Fikir cəhətdən yaxşı idi, amma ötürməsi çox sürətli alındı. Üstəgəl komanda yoldaşı Aydın Qasımov da bu ötürməni oxumamışdı və bu səbəbdən də hücum bax belə qapıya zərbə endirilmədən başa çatdı. İbrahim Şeyhçə qarşı pressingi var. Şeyhç risk etmir, topu irəliyə vurur. Coşqun Diniyev topu qəbul edir və Tağım, üzr istəyirəm, Vüqar Mustafayevlə oynayır. İndi hücum sol cinahla davam edir Qarabağda. Pupon ötürmə edilir cərimə meydançasına.
Ancaq yıxılaraq Elnur Cəfərquliyev topu rəqibin ayaqları altından çıxarır. Yoxsa bu Qvanzav Magomedov idi. Qvanzav idi, amma Qarabağın hücum davam edəcək. Mahir Mədətov solcunaqdan cərimə məntəqəsində ötürmə paralel. Emin Cəfərquliyev az qala səhifə yol verəcəkdi, amma Əfran İsmailov Emin'dən topun belə keçəcəyini sanki gözləmirdi Əmin Esotda və topun sıçrayışına hazır değildi. Maraqlı bir epizod idi və əgər top Əfran İsmailova çatsaydı, onda böyük ehtimalla deyə bilərdi ki, bizim oyunda da hesab açılacaqdı. Belə ki, onun qarşısına artıq heç kim və heç nə kesmirdi. Qapıcı da Namaşko, inanmıram ki, bu topa hər hansı bir reaksiya göstərə bilərdi. Çox yaxın idi əlbəttə. Əfran İsmailov topla qovuşsaydı, yəqin ki, hesabı aça bilərdi. Yenidən Tagim Novruzov Qazanan hücumu başlamağa çalışacaq. Variantlar axtarır hücumu inkişaf etdirmək üçün. Qvanzavla oynadı. Seymur Əsədov yenə topu sağ cinahdan Murad Səttarlının, amma Azər Salahlı pressingin altından çıxmaq mümkün olmadı. Qayda bonusu yoxdur. Qvanzav Məmmədov hücuma qoşulub. Tək gedir Qarabağın üstünə. Bir ordunun üstünə cəməlisinə ötürmə. Yaxşı ötürmə Elvin Ünsal özünü çatdırır. Hücum davam edir. Qarabağ zərbə vuracaq Manzal qapıya. Seymur Əsədovun ikinci zərbə cəhdi bu qarşılaşmada. Birincidən daha bəlkə də qüvvətli, amma qeyri-dəqiq alındı. Seymur Əsədovdan zərbə. Bu dəfəki zərbəsi o qədər də yadda qalan olmadı Azalın kapitanında. Düşünürəm ki, bu hücumu başqa cürdə davam etmək olardı. Hücumsa çox yadda qalan oldu. Əsasən də Azalın futbolçusu, sağ cinah müdafiəçisi Qvanzav Magomedovun hücuma qoşulduğunu qeyd edə bilərik. Oyunu özlərinə götürməkdən çəkinmədi. Rəqibin iki futbolçunun üstünə getdi və topu özündə saxladı. Hücumunu davam etdi. Əfran İsmailov. İsmailov bir neçə fint. Mustafayev. Sol cinahda iki futbol komanda yoldaşı var idi. Biri Salahlı, biri Mədətov. Salahlı ilə oynayır. Yeniden geriyə Mustafayeva. Variant yoxdur. Geriyə hər zaman oynamaq olar. Problem deyil. Yunus Sadə. Futbol oyunların sürətini artıran məqamlar futbolçuların riskli və kəsərli ötürmələridir. Hər iki komandanın heyətində biz futbolçuların çox az riskə yol verdiyini görürük. %100 dəqiq götürmə verməyə çalışırlar. %100 boş mövqüdə olan komanda yoldaşlarını tapmağa çalışırlar. Bu isə əlbəttə ki, hər zaman mümkün olmur. Yəni, ümumiyyətlə, Premier Liga səviyyəsində rəqibin hər an boşluq verəcəyini gözləmək sadəlövlüdür. Qarabağ azarkeşlərini gördük. Mən sizə qeyd etmək istərdim ki, reportajın əvvəlində Rüstəm biz bildirmişdik ki, bu oyun Qarabağın ehtiyat oyuncuları üçün çox vacibdir. Amma hələ ki, onlar nəyəsə olduqca sönük futbol nümayiş etdirirlər. Bəlkə də risk etməkdən çəkinirlər, böyük qüvvə ilə irəli atılmaqdan çəkinirlər. Amma hər halda bu cür oyunlarda əgər məşqçi onlara etibar edibsə, daha ürəkli bir şəkildə hücumlarda iştirak etməlidirlər. Oyuna bir partlayış effekti qatan futbolçu yoxdur. Yəni topu ortada özlərinə götürsün, sürət yıxsın, fərdi hərəkətlər göstərsin, dribling göstərsin. Reynaldonun yoxluğu, Almeydanın yoxluğu sözün deyil. Amma indi sağ cinahdan Coşqun Miniyev və Əfran İsmailova uzun ötürmə verdi. Əfran topa çata bilmədi. Tamamilə bir qədər əvvəlki fikrindən razıyam Rüstəm. Alışdığımız Qarabağın oyununu bugün biz Qarabağda görə bilmirik. Altı yerinə yetirdi Cəfərquliyev. Azala gəlincə isə zənnimcə Azal elə Qəbələ ilə nümayiş etdirdiyi oyunu göstərir bugün də. Və də oyunun gedişi də elə həmin maçı da xatırlanır. Daha çox sadəcə Azalda pressing var. Komanda nə qədər gücü var. İndi Şehiç səhifə yol verir. Seymur Əsədov. Ay. Topu qəbul eləsəydi çox təhlükəli ola bilərdi. Hesab açıla da bilərdi, amma ən azından cərimə zərbəsi qazandı komandasına. Vüqar Mustafayevdir. Sarı vərəqəni gördü. 6 nömrəli futbolçu Vüqar Mustafayev qaydanı pozdu. Əlbəttə bu epizoddan daha səmərəli istifadə eləmək mümkün idi Azal üçün, amma Seymur Əsədov topu qəbul edəndə həyəcanlandı. Texniki cəhətdən səhifə yol verdi, onu qarşısına ata bilmədi. Ona görə də Yeri hücum alınmadı, bəli. Yeri gəlmişkən Rüstəm, onu da qeydim ki, bu oyunda artıq ikinci sarı vərəqədir. Bir qədər əvvəl Azaldan Emin Cəfərquliyev
hakim tərəfindən cəzalanmışdı və hazırda Vüqar Mustafayev da eyni cəzaya məruz qalır Qarabağda. Burada Təkrar baxdıq. Seymur Əsədov mənə gəlir ki, Bu çox epizodda, tələsdi. bəli. Bu epizodda Qayda topu pozuldu. qəbul edib, topu qəbul edərkən fikir verdin ki, səhvə yol verdi. Bu ki, cərimə meydançasına istənilən kimi bunu edib daxil olsaydı, o zaman olduqca təhlükəli bir hücumun şahidi olacaqdı. Hər şey isə nədən başladı? İbrahim Şeyçin olduqca səliqəsiz oyunundan. Və birinci hal deyil oyunun əvvəlindən şey üçün. Belə deyib, bir neçə dəfə səhvə yol verib. Bu ən təhlükəli epizod idi. Yenidən üçlü Murad Səttarlı, Tərlan Xəlilov və Tagim Novruzov üçlüsü topun arxasındadır. Hamı zərbə vurmağa hazırdır. Amma əsas məsələ zərbə yox, dəqiq zərbə vurmaqdır. Murad Səttarlı sağ ayağı ilə ola bilər zərbə indirsin. Canlı səddə 6 Qarabağlı bir azallı oyuncu var. Emin Cəfərquliyevin işi futbolçuların və qapçının diqqətə yayınmaqdır. Fit verilir. Tərlan Xəlilov sol ayağı ilə zərbə indirir. Yenidən sağla ikinci zərbə cəhdi. Hər ikisi idealdan uzaq idi. Düşünürəm ki, Azal hazırki vəziyyətdə məhz standart vəziyyətlərə üstünlük verməlidir. Yəni, xatırlayırsınızsa, bu barədə bir qədər sonra gəlin Qarabağın bu əks hücumunu izləyək. Coşqun Diniyev topa çatacaqmı? Çatır, amma məhz top ondan da qapı xəttindən meydanı tərk edir. Mahir Mədətov idi. Topa çata bilmədi. Əslində, hücumun belə yekunlaşmasının səbəbkarı və günahkarı deyərdim Elvin Məmmədov idi. Yəni, o daha dəqiq ötürmə verməli idi. Sadəcə komanda yoldaşının və topun trayektoriyasını düzgün ölçə bilmədi. Ötürməsi də dəqiq alınmadı. Hərçənd şans idi Qarabağ üçün, əks hücumda yaxalamışdı rəqibi. Xatırlayırsansa, Rüstəm, Azal Qəbələ görüşündən sonra Tərlan Əhmədov bildirmişdi ki, komanda elə ki, öz oyunu tapa bilmir, çalışırıq ki, öz oyunumuzu tapaq, amma belə olan halda Azal kimi komanda, yəni heyətində o qədər də yüksək səviyyəli futbolçular olmayan komanda çalışmalıdır ki, bəli, çalışmalıdır ki, standart vəziyyətlərdən maksimum yararlansın. Biz isə nə görürük? Artıq 2 dəfə Azal gözəl bir imkanlar qazanıb, cərimə zərbələrini yerinə yetirərkən, amma bu imkanlardan heç birini dəyərləndirə bilməyib. Üstəgəl futbolçular topu qapıya da göndərməkdə çətinlik, qapı istiqamətində vurmaqda da çətinlik çəkirlər. Yəni canlı sədin üstündən top heç aşmır. Yəni bu məqamlar var. Yunusadə. Yusifov. Yenə Azalın pressingi. Pressing cəhdi mən deyərdim. Səmərə verdi. Yenidən Seymur Əsədov topu ələ keçirir, amma Nuqzar Kvirtiya yaxşı şansı idi yenidən Azal üçün. Bu cür səhvlərin yekunda sözünü deyəcəyim, əgər gəlir, mümkün qədər əlbəttə ehtiyatla oynamalıdır Qarabağ bu dəqiqələrdə. Sadəcə, bəzi azallı futbolçuların ustalıq səviyyəsi bəzi epizodlarda imkan vermir ki, səhvlərdən maksimum yararlansınlar. Və mənə gəlir ki, Qarabağ futbolçuları unutmamalıdırlar ki, ötən gün Rəvan Xəzər Lənkərandan səfərdə, bəli, elə bax, bu cür səhvlərdən istifadə edib, mənə də gəlir ki, Rəvan üçün yaxşı bir nəticə qazandı. Çünki səfərdə Lənkəranla heç-heçə də istənilən komanda üçün uğurlu nəticə sayıla bilər. Elvin Məmmədov topladı, Elvin Məmmədov yaxınlaşır sol cinaha. Mahir Mədətov onun sol ayaqla zərbəsi uzaq küncə və Namaşkodan inanılmaz bir səhv oyun 44-cü dəqiqəsində Qarabağ hesabı açır. Mahir Mədətov komandasının heyətində keçirdiyi ilk rəsmi qarşılaşmada ilk qolunu vurur. Oyunun 44-cü dəqiqəsində Azal 0, Qarabağ 1. Gözəl bir debüt, gözəl bir zərbə. Mahir Mədətov, Rüstəm sən qeyd elədin qapçı Namaşkonun səhvini, amma gəl təkrarı izləyək. Zərbə də çox gözəl edilmişdi. Yerlə olan top biz bilirik ki, qapçılar üçün əlavə çətinlik yaradır. Hər şey bax, bu təkrar bizə bir daha göstərəcək. Düz qarşısında top fikir verirsinizsə. Çox inamsız oynadı Moldovalı qapçı. Zərbə o qədər də qüvvətli deyildi, top bəli. Topa da gecikmişdir, bəli. Top sıçrayışa gəldi uzaq küncə. Top gedirdi, Namaşko bu epizodda komandasına kömək edə bilərdi. Elə bilərdi, tamamilə razıyam Rüstəm. Bir qədər əvvəl tam başqa cür düşünürdüm, amma bu təkrar görüntüləri izlədikdən sonra açıq-aşkar gördü ki, Namaşko bu topa gecikdi. Beləliklə, Qarabağ bu oyunda hesabı açan tərəf olur. Azal Qarabağ maçında hesab 1-0. Eyni ilə Azal Qəbələ görüşündəki kimi qonaqlar sonuncu dəqiqələrdə fərqləndir. Elə həmin qapıya qol vurdular. Azalın belə bəxtsiz seriyası davam edir. Elvin Əsgərov birinci sən vaxtına bir dəqiqədə olsun əlavə eləmədi və 45-ci dəqiqədə maçı bitirir. Birinciden sonra qonaqlar Qarabağ 44-cü dəqiqədə Mahir Mədətovun vurduğu qolla hesabda öndədir. Qolun təkrarını da yəqin ki görəcəyi bizə diqqət yetirək. Sol ayaqla uzaq küncü nişan aldı Mahir Mədətov, 97 nömrəli futbolçu və Namaşkonun inamsız oyunu nəticəsində Qarabağ hesabı açdı.
Top dirəkdən. Gözəl bir gol, gözəl bir zərbə. Bir daha qeyd edək ki, bu golun vurulmasında Azalın qalkiperi Namaşkonun da gec bu topa reaksiyası işarəsindən sonra ikinci hissə başlanacaq. Bir daha xatırladaq ki, Topaz Premyer Liqasında 3-cü turun qarşılaşmasında Azal Qarabağı qəbul edir və bu maçda ikinci hissə başlandı. Paralel olaraq Qəbələ Kəpəz görüşlə keçirilir. Xatırladım ki, həmin oyunda hesab bizim oyundakı kimi 1-0. Fərq yalnız odur ki, həmin oyunda meydan sahibləri üstündülər. Buyur Rüstəm. Dərhal Mahir Mədətov birinci hissədə vurduğu golun sanki gətirdiyi motivasiya ilə, köklənmə ilə ikinci hissəyə başladı. Hücuma qoşuldu. Sol cinahdan əvvəlcə özü taban pası ötürməsi ilə komandalaşını hücuma qoşdu. Sonradan özü hücumu davam etdirdi və künc zərbəsi qazandırdı Qarabağa. Əfran İsmailov künc bayrağının yaxınlığında topu lazım olan nöqtəyə qoyur. Coşqun Dönev özünü təklif elədi. Qısa başladı Qarabağ. Yenidən Əfran İsmailov bir toxunca cəmənin içine ötürmə. Uzaq küncdə Emin Cəfərquliyev hamıdan tez topa toxunur və Azal təhlükəni uzaqlaşdırdı. Namiq Yusifov bugün alışmadığımız bir mövqedə oynayır. Müdafiənin solunda və yaxud da komanda hücumda olarkən müdafiənin mərkəzində onu tez-tez görə bilərik. İbrahim Şeyç artıq neçənci dəfədir ki, bu oyun ərzində Qarabağ azarkeşlərini narahat qoyur. Xatırladaq ki, birinci hissədə bir məqamda hətta sözün əsl mənasında topu rəqibə bağışlamışdı. Amma bu hədiyyədən Azal komandasının futbolçuları yararlana bilmədilər. Dənan Xailov sol cinahda Elmi Yunusaydan keçməyə çalışır. Kifin cəmilisini ötürmə öndürəyə. Namiq Yusifov nəhayət mərkəz müdafiəçisi kimi oynadı bu epizodda. Dəqiq oynadı. Öndürəkdə topu qapı xəttindən çıxarır. Künc zərbəsi Azalın oyunda ikinci künc zərbəsi Murad Səttarlı yollanır ora yerinə yetirməyə. Tural Qürbətov, Tagim Novruzov, Emin Cəfərquliyev iki hündür boyu futbolçu Rahil Məlikov özünü yetirdi cərimə meydançasından. Nuquzar Kvitiya uzaq dirəkdə dayanıb. Murad Səttarlının ötürməsi Şehiç hamıdan hündürə tullanır və topu qəbul edir. Erkən başlamır, pauza verdi. Ötürmə çox yüksək edilmişdi və belə olan halda İbrahim Şehiç topu görürdü və tələsmədən rahat bir şəkildə hamıdan hündürə tullanaraq bu topu tutdu. Qarabağın indi hücumunu izləyək. İkinci hissə etiraf edən ki, sürətli başladı və bu da bizi sevindirir. Oyunda yeganə qol müəllifi Mahir Mədədov topu qəbul edir. Onun qarşısında bir futbolçu keçir. Bu Nuquzar Kvitiyadır. Mahir Mədədovun bu ötürməsi olduqca qeyri-dəqiq olur. Düşünürəm ki, bu qapı qarşısında ötürmə idi, çünki zərbəyə bənzəmədi. Oradan zərbə vurmaq mümkün deyil. Qapıya düşmək çox çətindir. Yalnız təsadüf nəticəsində qol ola bilər. Qurban Qurbanov həyəcanlı görünmür, sakit görünür. Amma əlbəttə ki, onu bugün meydançaya buraxdığı futbolçuların performansı çox maraqlandırır. İnformasiya toplayır əlbəttə Qurban Qurbanov növbəti maçlar üçün hansı futbolçunun özünü necə göstərmə mənasında. Bu dəqiqələrdə daha çox onun köməkçi Elçin Rəhmanov üzrəm canfəşanlıq edir. Məhz o tapşırıqları komandaya bildirir. Əlbəttə ki, Qurbanovun icazəsi ilə. Şeyç yenə uzun oynadı. Bu dəfə də topu verir Azala. İbrahim Şeyç. Top Rahil Məlikovdadır. Mən qeyd etmək istərdim ki, ilk hissədə hakim futbolçulara 3 sarı vərəqə göstərdi. Onlardan ikisi Azal komandasının futbolçularına göstərilmişdi. Rahil Məlikova və Emin Cəfərquliyeva. Qarabağdansa sarı vərəqə qarşısında görən bir futbolçu var. Bu Vüqar Mustafayevdir. Meydanın mərkəz istiqamətində indi mübarizə gedir. Qarabağ futbolçuları topu ələ keçiriblər. Sol cinaha Mahir Mədətova top ötürülür və burada ona qarşı qayda pozulur. Vanzar Məhəmmədov qaydanı pozdu. Və Azalın heyətində və Qarabağın heyətində Cavid Tağıyevin isimli hərəkətlərinə başladığını söyləyə bilərik. Qurban Qurbanov ona tapşırıq verdi ki, artıq həm o, həm Qarabağın ehtiyatında olan digər futbolçular isimli hərəkətlərinə başlasınlar. Yəqin ki, hər hansı bir dəyişiklik ediləcək yaxın bir neçə dəqiqə ərzində Qarabağda. Əfran ötürməsi dəqiq olmadı. Mamaşko topu götürür. Birinci hissədə ümumiyyətlə inanmlı təsiri bağışlasa da gol epizodunda Mamaşkonun səhvi var idi. Mahir Mədədovun götürülən zərbəsini dəf edə bilmədi. Əsadov. Tagim Novruzov yenə Əsadovla oynayacaq. Nuquzar Kvitiyaya ötürmə. Nuquzar başqa şey düşünürdü. Mərkəzə tərəf meyillənmişdi. Əsadov isə çətin vəziyyətdə ötürməni verdi və o dəqiq alınmadı. Out'u yerinə yetirəcək Qarabağ komandasının futbolçuları. Pupon birinci hissədə
heç nə elə demək olar ki, yadda qalmadı. Yalnız Qarabağın yeni transferi. Bəli, yalnız Rahil Məlikov ona qarşı edilən qayda pozuntusundan sonra, kobudluqdan sonra hakim tərəfindən sarı vərəqə ilə cəzalandı. Halbuki biz birinci hissədə qeyd etmişdik ki, bu üçün bu oyun çox vacibdir, önəmlidir. Məni Azal azarkeşləri düz başa düşməsinlər, amma Azalla da oyunda Pupon fərqlənmirsə, qapı qarşısında gərginlik yaratmırsa, rəqibin qapısı qarşısında, onda bu futbolçunu transfer etməkdə məqsəd nə idi? Yəni biz bilirik ki, Qarabağın əsas məqsədi Avropa Liqasında yaxşı çıxış etməkdir. Qrup mərhələsinə inşallah düşsək, Puponun oyundan çox şey asılıdır. Biz məhz hücumda olduqca məhsuldar bir hücumçuya ehtiyacı olub Qarabağın hər zaman. Bəli, alternativ kimi Ronaldo'ya həmçin transfer olmuş futbolçudur. Fərqli xüsusiyyətlərə malikdir. Ronaldo kimi cəld deyil. Amma başqa hücum xüsusiyyətləri var. Hələ ki onu aşkar şəkildə göstərə bilmir Azərbaycanlı azarkeşlərə. Mail Mədatov Vanzaf mübarizəsindən ikinci qalib ayrıldı. Nuquzar Kvizədə top qaldı. Seymur Əsədovla oynayır. Amma Puponla fikirlərimizi tamamlayaq Rüstəm. Unutmayaq ki, vaxtıyla məsələn Neftçinin heyətində Çilli Kanalis var idi. O da çox böyük bir oyun seriyasından sonra komandaya uyğunlaşa bildi. Sonradansa təbii ki, Neftçinin bambarzirinə çevrildi. Ümid edək ki, Pupon da Qarabağ üçün belə bir futbolçu olacaq. Biraz vaxt verək ona, tənqiddən uzaq olaq. Biz tənqid eləmirik. Puponu sadəcə istəyirik ki, tez bir zamanda Qarabağın heyətində belə bir futbolçu olsun ki, qolları rəqib qapısından durmadan yaradılan epizodlardan sonra keçirsin. Diniyev. Qayda pozulmayıb, pozulsa da belə bəlkə də top Azal futbolçularında qaldığından hakim oyunu davam edir və Elnur Cəfərquliyev indi 3 futbolçunun üstünə getməkdən çəkinmədi. Azal yenidən topu qazanır. Bunu komandanın kapitanı Seymur Əsədov edir. Sağ cinaha ötürmə edilir. Nuqzar Kvirtsiyə, Seymur Əsədov. Hücum necə davam edəcək? Tərlan Xəylov topladı cəmi endişəsini ötürmə. Yerlə və daha cinaha meyilli ötürmə məqsədə uyğun sayılardı bir sata. Tərlan ötürməsi dəqiq olmadı. Qarabağın hücumu başlayacaq. Əfran İsmayılovla pauza verdi Əfran. Yeri Eltun Yaqublu ilə oynayır. Vüqar Mustafayev təkdir düz özün cələmə çəşəsi ətrafında. Salahlını tapır. Namiq Yusifov bir qədər əvvəl bizə mərkəz müdafiədə necə yaxşı oynadığını nümayiş etdirdi. Ümumiyyətlə universal futbolçudur. Təbii ki, onu maraqlıdır bu mövqedə görmək. Adətən biz alışmışıq onu yarım müdafiənin mərkəzində görək. Qarabağın hücumunu izləyək. Sağ cinalla bu hücum hazırda qurulur. Əfran İsmailov birə-bir mübarizələrdə çox təhlükəlidir və ondan gözlənildiyini də elədi. Rəqibin üstünə getdi, aldırmağa çalışdı. Rəqib futbolçuna alınmadı. Fəal Əfran, amma həmin o bir mübarizələrə çox vaxt ayırır və bu da ümumilikdə hücumun sürətini azaltmaqla yanaşı ümumiyyətlə əksər hallarda effektsizdir. Hələ ki formasının pikinə qalxmayıb bu mövsüm Əfran İsmailov. Salahlı sol cinahdadır. Diniyev geriyə Yusifova hər zaman geriyə oynamaq variantı var. Yunuszadə. Elvin Məmmədov bu dəqiqələrdə Qarabağın heyətində demək olar ki, görünmür. Amma halbuki unutmayaq ki, qol vurulan anda gənc Mahir Mədətova da ötürməni məhz o etmişdi, məhsuldar ötürməni. Qarabağ hücumdadır. Mərkəzlə rəqibin müdafiəsini yarmaq istəyirlər. Pupondan gözəl daban ötürməsi. Coşqun Diniyeva. Hücum davam edəcək. Sol cinahla Salahlı. Mahir Mədətov qapı qarşısında ötürmə. Zərbə olacaqmı? Xeyr. Tural Qürbətov orada başı ilə top təhlükəni uzaqlaşdırdı. Qarabağın hücumu davam edəcək. Namiq Yusifov bir qədər sürət artıran kimi Qarabağ azal çətinliklər yaşayır. Diniyevin əla ötürməsi Pupona, amma oyundan kənarı vəziyyətdə idi Fransalı forvard. Və gəlin epizodun təkrarını gözləyək. Bir qədər sonra bax, bu təkrar görüntü bizə təqdim olunandan sonra bəli, biz deyə bilərik ki, var idi, yox, amma həqiqətən də Rüstəm mübahisəli bir epizod idi. Aydın Qasımov. Kvirtiya. Out. Azal Qarabağ görüşündə 54-cü dəqiqə gedir. Bir daha xatladaq ki, Topaz Premyer Liqasında 3-cü turun oyunlarına bugün daha 3 oyundan start verildi. Bir görüş artıq başa çatıb, digər 2 qarşılaşma gedir. Başa çatan oyun Neftçi Sumqayıt oyunudur. 2-1 hesabı ilə Neftçi qalib gəldi. Bizim izlədiyimiz oyunla paralel isə Qəbələ Kəpəz maçı da var. Həmin oyunda da elə ki hesab 1-0'da. İndi Pupon cəməcə topla qovuşur, amma Emin Cəfərquliyev çox blank Pupon yenə də
Biz bunu təəssüf ki deməliyik. Sinəsilə topu qarşısına atmalıydı. Atmağa da çalışdı ama bunu yerinə yetirə bilmədi. Emin Cəfər Quliyevi də mütləq qeyd etmək lazımdır. Artıq bu oyunda 3-cü dəfədir səhv eləmirəmsə, çox çətin vəziyyətdə komandasını xilas edir. Ən azından təhlükəli epizodun yaranmasının qarşısını alır. Qarabağ bu görüşdə mütləq qalib gəlməlidir. Bir qədər sonra bunun izahını da verəcək. Eləlik isə izləyək bu ikinci zərbəsini. Qonaqlar yerinə yetirirlər. Təhlükə sovuşmayıb. Qapıya zərbə olacaqmı? Zərbə və top Azalın futbolçusu Emin Cəfərquliyeva deyərək meydanı tərk edir və Emin Cəfərquliyev burada knockdown vəziyyətinə düşür. Özünü sipər edir topun qarşısında. Top başına dəydi. Əlbəttə təhlükəli ola bilər. Həkimlər də tələsirlər Azalın tibbi personalı. Təkrar baxaq. Elvi Məmmədov yaxşı topu qarşısına atdı. Zərbə indirdi. Amma top Cəfərquliyevin başına dəydi. Təbii ki, istəməzdi ki, Azal komandasının 24 nömrəli futbolçusu ciddi xəsarət alsın. Oyun epizodu idi. Burada hər hansı bir qayda pozuntuda söz gedə bilməz. Amma belə hallar futbolda olur. Əbəs yerə futbolu ən travmalı idman növü saymırlar. Bax, bu cür epizodlar olur. Mən sizə bir qədər əvvəl Rüstəm qeyd eləmişdim ki, Qarabağ üçün bu oyunda qələbə qazanmaq mütləq lazımdır. Belə ki, 4-cü turda biz hansı oyunların keçirilməsinə nəzər salsaq, görərik ki, Qarabağ doğma meydanda Xəzər Lənkəranı qəbul edəcək. Çox çətin və ağır oyun olacaq. Azala gəlincə isə Azal Gəncəyə səfər edəcək və Kəpəzin qonağı olacaq. Və təbii ki, Qarabağ-Xəzər Lənkəran oyunu da biz səbirsizlə gözləyirik. Azərbaycan futbolunun ən maraqlı gözlənilən qarşıdurmalarından biridir bu oyun. Hakim Atçı oyunu davam elədi. Qanzaf Məmmədov topu uzaqlaşdırdı özü qapısı qarşısından. Qarabağın hücumu yenidən Yusifov Yunuszadə cütlüyü ilə başlayacaq. Diniyev. Yine Yunuszadə. Qarabağ tələsmir. Risk eləmir əbəs yerə. Ehtiyacda yoxla blok dəqiqələrdə. Amma indi pressingi var Azalın. Vəziyyətdən çıxdı Mustafayev. Namiq Yusifov irəliləyir. Ötürməsini dəqiq edir Mahir Mədətov. Mahir Mədətov Birisi də fəaldır bu futbolçu. Bəli, üstəgəl vurduğu qol da təbii ki onu ruhlandırıb. Və qayda pozuntusu oyunun 57-ci dəqiqəsində Tural Qürbətov Elvi Məmmədova qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandırılır. 3 nömrəli futbolçu Tural Qürbətov. Tural Ümbətov. Düzəliş eləyək futbolçunun soyadına. Azalın hər iki mərkəz müdafiəçisi sarı vərəqədən asılı vəziyyətdə qalıb. İstənilən kobudluq, istənilən sarı vərəqə Azalın oyunu azlıqda davam etdirməsinə şərait yarada bilər. Bu artıq yeri gəlmişkən Azalın futbolçularına göstərilən 3-cü sarı vərəqə oldu bu oyunda. Qapıya kifayət qədər məsafə var, amma biz görürük ki, Namaşko özünü sığortalayıb, canlı sədd qurur. 3 yoxsa 4 nəfərdən ibarət olacaq bu canlı sədd, indi elə dəqiq söyləmək olmur. 4 nəfərdən ibarət canlı sədd qurulur. Bir də xatırladaq ki, qolun vurulduğu anda Namaşkonda səhvi var idi. Topa gecikmişdi Azalın qalkiperi Tural Mahir Mədətov. Mahir Mədətovun zərbəsindən sonra hakimin işarəsi gəlir. Topun arxasında Coşqun Diniyevdir. Yox, Mahir Mədətov zərbəni indirdi. Dubl eləmək istəyir bu futbolçu, amma alınmadı topu. Top canlı səddə dəydi və Namaşkonun qucağına getdi. Çox xoşaldır ki, qısqanclıq hissi yoxdur Qarabağın kollektivində. Fikir verinizsə gənc futbolçuya istənilən imkan yaradırlar. Ola bilər ki, özü bu istəyi ilə yaxınlaşdı Coşqun Diniyeva. Yəni bu cür hallar mənə gəlir ki, alqışlanmalıdır. Bəlkə ola bilər. Emin Cəfərquliyevin cənat ötürməsinə Murad Səttarlı özünü yetirdi. Amma burada ötürmək idi. Başla topu yerə indirdi. Yoxsa zərbə vurmağa çalışdı. Biraz anlaşılmaz qaldı. Hər necə olsa Azalın aktivindən bu hücumu yazmaq olar. Sürətli çıxdı Azal və dərhal təhlükə indi davam edir hücum. Aydın Qasımov topu Orad Elvin müsaadədən təhlükə olan Aydın Qasımov sol cinahda ötürməsi dəqiq alınmır və top elə onu özündən də meydançanı tərk edir. Yaxın idi Azal. Maraqlı bir hücum idi və qeyd edə bilərik ki, bu oyun ərzində Azalın nadir hücumlarından biri idi ki, olduqca yadda qalan oldu və bu hücum da həm Qurban Qurbanov üçün, həm Qarabağ komandasının futbolçuları üçün bir həyəcan siqnalı kimi də qəbul edilməlidir. Çünki belə hücumların sayı getdikcə artsa azalda, o zaman hesab da bərabərləşə bilər. Sol cinahda Salahlı topu qəbul edəcək. Diniyev, yenə Salahlı, Mustafayev, Yusifov Yunuszade'dən daha geniş oynayıb
topu qəbul etməyini istədi, amma onun bunu eləmədiyini görüb Şehiç də oynayır. Azalın heyətində oyuncu dəyişikliyi hazırlanır. İlqar Ələkbərov meydana çıxacaq. Yenidən səhv Tərlan Xəlilovun zərbəsi top direğə dəyir. Top qapı dirinə dəydi. Azal az qala hesabı bərabərləşdirəcəkdi. Yenidən Şehiçin oyunun əvvəlindən artıq birinci belə hərəkəti deyil. Bir dəfə hədiyyə eləmişdi Azala. Seymur Əsədov həmin vəziyyətdən istifadə edə bilməmişdi. Bu dəfə Tərlan Xəlilov birbaşa zərbə endirdi qapıya. Çox təhlükəli zərbə. Təkrarını izləyək. Uğurladı topu. Gözəl zərbə. Top qapı diri yalnız burada Qarabağın köməyinə gəldi. Azal çox real imkanı əldən buraxdı. Azalın heyətində oyuncu dəyişikliyi baş tutur. Tagim Novruzov birinci hissədə biz onu qeyd etmişdik, amma ikinci hissədə etiraf edək ki, passivdir. Və onun əvəzinə oyuna İlqar Ələkbərov çıxır nömrə 14. Bir qədər əvvəlkini bir daha sanki təsdiqlədik. Qeyd elədik ki, Azalın getdikcə üstünlüyü artır və bu hücumda bir daha söylədiklərimizə sübut oldu. İsmailov yenə topladı, sol ayaqla zərbə endirəcək, uzaq küncə sağla daha yaxşı zərbə endirir. Rəfran məncə onu cəhd eləsin. İbrahim Şeyçə isə arzu edərdik ki, bütün bax bu səliqəsiz oyun, inamsız oyun elə bax burada Mərdəkanda Dalğa Arenada qalsın. Çünki ümumiyyətlə mənə gəlir ki, bu bəlkə də mən səhvə yol verirəm, amma düşüncəm belədir ki, bu oyuna tam %100 kökləməməyin nəticəsidir. Şübhəsiz ki, anlaşılandı. Avropa oyunu liqasının maçından çıxıb Qarabağ 3 gün sonra da maç var, amma çempionat dönəmlidir və şey için artıq birinci səhvi deyil bu oyunda. Qurban Qurbanov mən əminəm ki, oyundan sonra tapşırılan variantlarını çatdıracaq İbrahim Şehiç. Mütləq və arzu edərdik ki, İbrahim Şehiç qarşıdakı Young Boys'la oyunda bax bu cür səhvlərə yol verməsin. Bu çox vacibdir. Bax bu azarkeşlər üçün Qarabağın azarkeşlərini gördük və bir qədər əvvəlki Azalın hücum zamanı epizodu izlədik. Mübahisə eləmək olardı əslində. Artıq ikinci haldır ki, biz bu fikrə gəlirik. Təkrar görüntüləri izlədikdən sonra. Niyev sol cinahda Salahlıya tapdı. Mahir Mədədov mərkəzə meyillənib cinahı Salahlıya buraxmışdı. Sürətli hücum alınmadı. Qarabağ geri oynayır Yusufov yenidən. Şeyçə verməyin, səhv eləyəcək. Və bu arada Rüstəm Qurban Qurbanovun meydana Qara Qarayevi buraxmağa hazırlaşdığını bildirə bilərəm. Artıq futbolçu son təlimatlarını baş məşqçidən alır. Qara Qarayev sözsüz ki, yarım müdafiənin mərkəzdə çıxacaq. Kimi əvəz edəcək? Görünür, artıq Qurban Qurbanova da yarım müdafiədəki oyun razı salmır. Azal ikinci hissəyə çox yaxşı başladı. Nuqzar Kuvivçanın ayağı burada yer tutmur və o yıxılır, amma topu itirmir. Azal topu özündə saxlayır. Azal komandasının oyuncuları Coşqun Diniyev indi geriyə oynayır. Qarabağ topu ələ keçirdi. İki qat əvəz etmə olacaq. Qarabağda Danik Quintana da gəldi Qara Qarayevin yanına. Birgə meydançaya daxil olacaqlar. Qarabağın İspanyalı 10 nömrəli futbolçusu. Və gəlin görək ki, onlar kimi əvəz edəcəklər. Coşqun Diniyev meydançanı tərk edir. Fəal idi birinci hissədə. Cərimə zərbəsindən də bir həmləsi var idi qapıya. Mövqə üzrə dəyişiklik idi. Qara Qarayev ilə Coşqunun yerini tutacaq. Və uzaq tərəfdə Əfran İsmailovun da yavaş-yavaş xəttə doğru gəldiyini görürüm. Yəqin ki, Danik Quintana məhz Əfran İsmailova əvəz edəcək, belə də olur. Bu dəyişiklikdən sonra Daninin mərkəzdə oynayacağı gözlənilir. Cinahda isə ya Elvin Məmmədov, ya Mahir Mədətovun sağa yollanacağı gözləntisi var. Kim bilir, əgər bu oyunu eksperiment kimi qəbul edirsə Qurban Qurbanov, Danini cinahda da oynada bilər. Baxaq, əlbəttə baxaq. Namiq Yusufov indi topladı. Dani Quintana'nın topa ilk toxunuşu. Azər Salahlı. Mustafayev uzun oynayır. Bəli, Mahir Mədətov hücumun sağına keçib. Artıq cinahlarda işlə ayağı əks olan futbolçulardan yararlanır Qurban Qurbanov. Elvin Məmmədov sol cinahda sağ ayaqlıdır. Mahir Mədətov sağ cinahda müvafiq olaraq sol ayaqlıdır. Bu futbolçuların mərkəzə doğru irəliyib cərimə enişlər tərəfində zərbə vurmağına yəqin ki hesablanır. Sol cinahda Elvin Məmmədov olmalıdır. Bəli. Artıq burada yer alıb və top gözləyir. Topu indi qəbul etdi Elvin Məmmədov. İrəliyir, ötürməsini etdi Dani Quintana. Sağ cinahda boşluq var, amma Dani Quintana top oyunu üzərinə götürür. Qapıya zərbəsi çöndirir və gol! Fantastik! 65-ci dəqiqədə Qarabağ
ikinci topunu vurur və Dani Quintana meydana çıxar-çıxmaz öz sözünü deyir. Üçüncü topunuş oldu topa. Qarabağ 2. Cəmi 3 toxunuş elədi Şəmsəddin topa. Əvvəlcə sağ ayağındaydı, rahatladı, sol ayağına atdı və uzaq küncü əla nişan aldı. Təkrarı mütləq baxmaq istəyirəm. Yenidən Namaşqon Bostanına daş atmaq istəmirəm, amma sanki o epizodda da mövqeyini itirmişdim. Aldaval qapısı diqqət yetirək. Sol ayaqla uzaq küncü əla zərbə. Baxmayaraq ki, qarşısını 3 futbolçu keçirdi. 4-ün əhatəsində idi. Dani Quintana olduqca gözəl, qarşısı alınmaz bir zərbə ilə topu qapıdan keçirir. Tural Hümbətovun ayağından dəydi və trayektoriyanı dəyişdi. Namaşqa isə buna hazır deyil. Bəli, bu qolun vurulmasında Azalın qalkiperini Namaşqonu günahlandırmaq düzgün olmazdı. Bəxt öz sözünü dedi. Quintana'nın zərbəsindən sonra top rəqibə deyərək trayektoriyasını elə dəyişdi ki, hər şey tam Dani Quintana'nın xeyrinə nəticələndi. Beləliklə, Qarabağ bu oyunda ikinci topunu vurur, ikinci qolun müəllifi olur. Dani Quintana meydana təxminən 1 dəqiqə bundan əvvəl daxil olmuş futbolçu. Bu da onun Qarabağın heyətində rəsmi oyunlarda ilk qoludur. Dani Quintana İspanyalı yarımdafiəçi ötən ilin gedişində, mövsümün gedişində transfer olunmuşdu futbolçu, amma transfer pəncərəsi bağlandığına görə mövsüm sonuna qədər oynaya bilmədi və o bu yaydan heyətdə çıxmağa başlayıb. Hər halda çox maraqlıdır. Hər ikisi əcnəbidir, hər ikisi komandaya yeni gəlib, amma izləyək, baxaq və görürük ki, Dani Quintana artıq Qarabağın oyununa alışır. Pupona gəlincə isə Pupon 66 dəqiqədir meydanda mübarizə aparıb, amma bir dəfə də olsun qapıya zərbə ilə yadda qalmayıb. Namaşqa ilə mübarizədə də qalib ayrılmadı. Təbii ki, izlədiyimiz bu titrlarda səhvə yol verilib, hörmətli tamaşaçılar. Dani Quintana meydana yenicə daxil olub və bu onun qapıya ilk zərbəsi idi. Həmin zərbədə qolla tamamlandı. Xırda nöqsanlara görə üzr istəyirik. Bir daha qeyd edək ki, bu bizim ilk təcrübəmizdir. Biz CBC telekanalı olaraq ilk dəfə futbol reportajlarını görüntüyə alırıq. Çalışacaq ki, qarşıdakı oyunlarda bütün nöqsanlarımızı aradan qaldıraq. Təşəkkür edirik siz bizə baxdığınız üçün. Beləliklə, Azal Qarabağ oyununda hesab artıq 2-0-da biz paralel gedən Qəbələ Kəpəz görüşündə necə? Hesab 1-0-dır orada da. Orada 1-0-dır, çünki bizdə artıq 2-0-dan ağlanın xeyrinədir. Yeganə qolun 18 dəqiqəsində Elmin Zətsvurub və Azalın heyətində dəyişiklik. Elmin Çobanov 17 nömrəli futbolçu. 21 nömrəli futbolçu Murad Səttarlının əvəzinə. Elmin Çobanov Azalın futbol məktəbindən yetişə gələn oyuncudur. Seymur Əsədovla birgə klubun öz yetirmələrindən sayılır. Uşaq komandalarından tutmuş əvəzedici heyətə qədər demək olar ki, bütün komandaları keçib Elmin Çobanov. Bir neçə dəfə əvvəllər sabiq baş məşqçilər İlxan Abdullayev, Rafiq Mirzəyevin vaxtında əsas komandaya da cəlb olunmuşdu və debütünü də o zamanlar eləmişdi Azal heyətində. Və hazırda Qarabağ tələsmədən komandanın futbolçuları topu bir-birlərinə ötürürlər. Elvin Yunuzadə özü irəliləyir, onu rəqibin 3 futbolçusu əhatə edir, amma Elvin burada səhvsiz oynayır və dəqiq bir şəkildə topu komanda yoldaşına göndərir. Mənə gəlir ki, bu qoldan sonra Qarabağ özünü tam arxayın hiss edə bilər. İkinci top çox vacib idi. Məhz buna görə də mən elə zənnimcə Qurban Qurbanov meydana Qara Qarayevla Dani Quintana'nı buraxdı. Rahim Əlkov mübarizə apardı. Topu komandasına saxlamağa çalışdı, amma Vüqar Mustafayev özünü yetirir. Quintana. İlvin Məmmədov. Qarayevə oynayır. Qara Qarayev. Birinci Qara Qarayev. Çünki digər gənc futbolçu da var. Şansı ki, Malaqadadır. Malaqanın əvəzedici heyətinin futbolçusudur. Və ümid edək ki, nə vaxtsa biz onu Malaqanın əsas heyətində görəcəyik. Primerada İspaniya nəhənglərinə qarşı oyunlarda bunu çox istərdik. Futbolun inkişafı da məhz budur. Nə qədər Azərbaycan futbolçuları Avropanın tanınmış komandalarında, tanınmış çempionatlarında iştirak edərlərsə, bir o qədər də yığma komandamıza da asan olacaq. Yığma komandamızda istərdik ki, müxtəlif nüfuzlu beynəlxalq yarışlarda final mərhələlərində görək. Bu mümkündür. Futbolu inkişaf etmək çox çətindir. Futbol elə bir oyundur ki, komanda şəklində oynanılır və təbii ki, sən bir idmançıya cavabdehlik daşımısan, sən bir neçə idmançıya, hətta bir neçə min idmançıya cavabdehlik daşıyırsan və onlardan 11-ini ancaq toplayıb, yığma komanda formalaşdırıb, hansısa bir turnirlərdə öz sözünü deməyə çalışırsan. Qarabağdan səhv.
Uzaq Kvirtiya sürət yığa bilmədi, ona imkan vermədilər, amma uzun oynayır. Aydın Qasımov ötürmə keçmədi. Mənsə bir daha qeyd etmək istərdim ki, əziz azarkeşlərimizdən komandamızı, yığma komandamızı dəstəkləyin. Sentyabrın 3-də komandamız çox ağır bir oyun keçirəcək. Xorvatiyanı qəbul edəcək. Xorvatiya ilə səfər oyununda iri hesablı məğlubiyyətlə üzləşdi. Ümid edək ki, futbolçularımız bu məğlubiyyəti bizə doğma meydanda, Bakıda, Baksaleranda keçirilən qarşılaşmada unutturacaq. 3 gün sonra isə Malta səfəri var. Həmin oyunda da biz yaxşı nəticəyə ümid edirik. Yeri gəlmişkən izlədiyimiz Azal Qarabağ görüşündə Qarabağın 7 futbolçusu yığma komandanın heyətinə çağırılıb. Bu futbolçulara da uğurlar arzulayırıq. Bəli, Prosinečko 30 nəfərdən ibarət genişləndirilmiş heyət cəlb edilib. Əlbəttə onların hamısı 2 matça da cəlb olunmayacaq. Onların arasında seçim də eləyəcək. Amma şans verilib. Həmçinin Azalın heyətində də Seymur Əsədov da bu siyahıda var. Komandanın kapitanı 8 nömrəli futbolçu. Onun oyununu diqqətlə izləyin. Qəbələ ilə oyundan sonra biz onunla müsahibə sizə təqdim etmişdir. Rüstəm, müsahibəni sən götürmüşdün. Olduqca mən deyərdim ki, pis təsir bağışlamadı. Çox sakit bir şəkildə oyun haqqında danışdı və istərdi ki, təbii ki, gənc futbolçularımız getdikcə ustalıq səviyyələrində artırsınlar. İndi Pupon Şəmsəddinin tənqidindən nəticə çıxarıb bir qədər fəallığı artırdı, amma onun başladığı hücum heç nə ilə. Mənə gəlir ki, mənim tənqidimdən deyil, Dani Quintana'nın oyuna girər-girməz qolundan sonra. Pupon özü də çox gözəl anlayır ki, əgər belə davam edərsə, komanda ilə yollarını ayıra da bilər. Cəfər Quliyev out atacaq. Aydın Qasımov onu qəbul edir. Elvin Yunuszadə ilə Vüqar Mustafayevin əhatəsində Qarabağlı 2 futbolcu birləşib qaydanı pozdular. 72-ci dəqiqəyə daxil olduq. Azal Qarabağ görüşündə hesab artıq 2-0-dır. Birinci hissənin tam sonunda Mahir Mədətov Qarabağ hesabda önə keçirdi və ikinci hissədə meydana yenicə daxil olmuş Dani Quintana 64-cü dəqiqədə Ağdamlıların ikinci topuna imza atdı. Və daha bir 12 dəyişikliyi, sonuncu 12 dəyişikliyi Qarabağda indi yerinə yetiriləcək. Meydana Cavid Tağıyev çıxmalıdır. Kimi əvəz edə bilər Rüstəm? Elvin Məmmədov da əvəz etməyə namizəd kimi görünür. Nəzər alsaq ki, Cavid Tağıyev yarım müdafiənin hər iki cinahında oynamağı bacaran futbolçudur. Və yaxud Mahir Mədətov da əvəzləyə bilər. O da cinah oyuncusudur. İndi Pupon Ortimə verirsə daxilaya, cəlbə verirsə daxil olur. Sol cinah müdafiəçisi, amma hücumçu keyfiyyətlərin olması özünü göstərdi. Qvanzan Məmmədov topu onun ayağının altından çıxardı. Daniye Qarabağın hücumu davam etdirməlidir. Pupon zərbə vurur, Pupon vurmur. Vüqar Mustafayev ötürmə verir. İkinci zərbəsi isə qeyri-dəqiq alındı Raydel Puponun ifasında. Maraqlı bir hücum idi. Qarabağın 4 nömrəli futbolçusu idi, səhv etmirəmsə. Eltun Yaqublu idi hücuma qoşulan, yoxsa Azər Salahlı idi. Azər Salahlı. Bəli, oyunu mənə gəlir ki, öz üzərinə götürsəydi, bir qədər fəal olsaydı, həmin epizodda hücumu özü zərbə ilə tamamlasaydı, daha düzgün qərar olardı. Amma ləngidi və ilkündə də bunları bacarmadı. Və əvəz etmə Qarabağın birinci qolunun müəllifi Mahir Mədətov meydançanı tərk edir. Onu 77 nömrəli futbolçu Cavid Tağıyev əvəzlənir. 2013-2014 mövsümünü Azalda keçirmişdi və məhz 2014-cü ilin yayında Azaldan Qarabağa keçib bu futbolçu. Son mövsümdə, bu mövsümün əvvəlindən əsas heyətdə yerini möhkəmləndirməyə başlayıb. Bu da oyundan kənar vəziyyət. Tərlan Xəylov düşdü. 3-cü və 4-cü dəfədir ki, Azalı futbolçular offsaytda yaxın alırlar. İbrahim Şeyx isə yenidən Qarabağ azarkeşlik gərginlikdə saxlamaqda davam edir. Amma bu dəfə hər şey yaxşı sona çatdı onun üçün. Meydana bir qədər əvvəl daxil olmuş İlqar Ələkbərovdan gözəl hərəkətlər. Qayda pozulmayıb, hakim oyunu davam etdirir. Sağ cinaha top göndərilir. Çobanov özünü göstərməlidir. Meydançaya daxil olub ilk dəfə topa toxunur. Topu saxladı Azalda Ələkbərov. Geriyə cinahı dəyişir. Bir qədər riskli ötürmə. Hələ də keçirsəydi Qarabağlı oyuncular sürətlə keçirmə yana bilərdi. Amma Cəfər Quliyevdədir top. Əsədov geriyə. Ön xəttə əlbəttə variantı yoxdur futbolçuların. Aydın Qasımovun fəal olmadığını söyləmək. Fəal olduğunu demək olar, amma kəsərli oynaya bilmiş bu forma. 3 tur artıq
2 tur artıq geridədir. 3-cü turun oyunlarını izləyirik Rüstəm və zənnimcə sən də mənimlə razılaşarsan ki, elə ki izlədiyimiz komandalar arasında Azal ən zəif təsir bağışlayır. Digər komandalardan mənfi mənada seçilir, elə də qol da vura bilməyib. Digər tərəfdən Dənan Əhmədovun dediyi kimi bəlkə də komandanın onun istədiyi oyunu göstərməsi üçün müəyyən zamana ehtiyacı var. Amma əminəm ki, mövsüm gedişində Şüvalalılar mütləq kiminsə qanını qaraldacaqlar. Təbii ki, biz də buna ümid etmək istərdik. Çünki bundan bizim çempionatımız da bir daha qeyd edək ki, udacaq. Belə ki, 10 komandanın onu da mübariz olarsa, o zaman çempionatın oyunları da bir o qədər də rəngarəng mübarizə alınar. Təhlükəli ötürmə idi. Tərlan Xəlilovdan yaxşı ötürmə idi, amma Aydın Qasımov yüksək istəyinə rəğmən topu qəbul edə bilmədi. Şehiç yenidən bir neçə futbolçunun arasından ötürmə verdi. Bu dəfə dəqiq Vüqar Mustafayev Qarabağın hücumunu başlayır. Sağ cinahda Yaqublu, yenə Mustafayev, yenə Yaqublu. Ver Mustafayeva 3-cü dəfə adını çəkək. Yox, Elvin Məmmədovla oynayır. Cavid Tağıyev oyuna daxil olub, amma səhv etmirəmsə elə bir dəfə də olsun topa toxuna bilməyib. Namiq Yusifov Dani Quintana ilə oynayır. Dani Quintana İndi Cavidi tapdı. Yenidən Dani. Tağıyev. Salahlı. Inter'dən transfer olunan gənc futbolçu. Dani çox yaxşı oynadı Salahlı. Qoşur hücuma Salahlı. Gəlməncəsə yerlə ötürmə. Cavid Tağıyev 2 həmlədə topu qəbul elədi. Zərbəsini müdafiəçilər qaytardılar. çox ağıllı davrandı Dani Quintana. Rüstəm fikir verdinsə bu hücum zamanı topu bilərəkdən buraxdı. Belə ki, Cavid Tağıyev onun üzü qapıya idi və o daha əlverişli vəziyyətdə idi. Lakin zərbəsini dəqiq yerinə yetirə bilmədi. Sonuncu oyuncu dəyişildi. Azalın heyətində indi reallaşacaq. Tərlan Xəlilovu İsmail İbrahimli əvəzləyir. 1998-ci il təvəllüd futbolçu. 17 yaşı bu ilin fevralında tam olub. Çox gəncdir, onun üçün də bir şansdır. Orta xəttdə elə Tərlan Xəlilovun mövqeyində hücumçu Aydın Qasımovun arxasında oynayacaq. 77-ci dəqiqəyə daxil oluruq. Getdikcə oyun sona çatmağa yaxınlaşır. Azal Qarabağ görüşündə hesab 2-0 qonaqların xeyrinədir. Paralel keçən Qəbələ Kəpəz maçında hesab dəyişməz olaraq qalır. Həmin oyunda da 77-ci dəqiqə gedir. Hesab elə ki 1-0'dır. Qəbələnin xeyrinədir. 8-ci dəqiqədə həmin oyunda Qəbələnin topunu Bosniya-Hersegovinadan olan Ermin Zec vurub. Elementar vəziyyətdə Qazal səhv yol verdi, amma Pupon da öz növbəsində topu Azala verir. Cəfər Quliyev. Pupon topu oyunu öz üzərinə götürməyə çalışdı Raydel Pupon və yerdə Tural Ümbətov əllə oynadığına görə hakim oyunu saxlayır. Ümbətov ehtiyatlı olmalıdır. Sarı vərəqəsi var. Həmçinin Rahil Məlikov da sarı vərəqədən olan futbolçudur. Nadir hallardan birinin şahidi olduğu Rüstəm bir qədər əvvəl Qurban Qurbanovun oyun zamanı gülümsədiyini gördük. Bir daha qeyd edək ki, qarşıdakı həftədə Qarabağı çox çətin bir maç gözləyir İsveçənin Young Boys klubu ilə və ümid etmək istədik ki, 90 dəqiqənin sonunda biz Qurban Qurbanovu bax beləcə gülərüz görə biləcək. Elə eyni sözləri bütün Qarabağ azarkeşlərinə də haqqında da söyləyə bilərik. Hər zaman Qurban Qurbanovun maç falan ciddi simasını görəndə yadıma məşhur Koen Parniz Baku komandasının yaratdığı səhnəci gəlmək düşür. İmic. Təbii ki, Məhki üçün imic çox önəmlidir. Nizam-intizam çox vacib bir şeydir komandada və nizam-intizam da məhz Məhkidən başlayır. 78-ci dəqiqə gedir Azal Qarabağ oyununda. Topaz Premyer Liqasının 3-cü turunun bugün 3 qarşılaşmasını qeyd edə bilərik. Biri başa çatıb, ikisi hazırda oynanılır. Tura isə sabah yekun vurulacaq və CBC telekanalının canlı efirində siz Zirə Inter maçını izləyə biləcəksiniz, hörmətli tamaşaçılarımız. Debütant Zirənin oyunu da CBC telekanalında izləmək mənə gəlir ki, çox maraqlı olardı. Quintana Lafintlə iki futbolçunu geridə qoyur. Sol cinahdan Cavid Tağıyevlə oynayır. Cavid Tağıyev cəlmənin tərəf. Pupon yenidən səhv Raydel Pupondan. Həmçinin yorulduğu da hiss olunur. Hollandiyalı hücumçunun qaydanı da Qara Qarayev pozur. Meydançaya daxil olandan sonra ilk dəfə rəqibinə qarşı qaydalar çərçivəsindən kənara çıxdı. Qarabağın 2 nömrəli futbolçusu Qara Qarayev. Və bir məqamda qeyd etmək istərdim ki, sabahki Zirə Inter oyunu bizim üçün də Rüstəm çox önəmlidir. Belə ki, həmin oyunla biz artıq Topaz Premyer Liqasında çıxış edən bütün komandaların iştirakı ilə maçları tamaşaçılarımıza təqdim etmiş oluruq.
və bütün stadionlar yalnız Gəncə qalır. Mütləq Gəncəyə gələcək. Mütləq bizə kifayət qədər çoxlu sayda tamaşaçılarımız sosial şəbəkələrdə müraciət edirlər, hətta inciyirlər. Amma inanın ki, çalışacaq qarış-qarış bütün Azərbaycanımızı gəzək. Topaz Premyer Liqasını iştirak edən komandaların həm ev, həm səfər oyunlarını sizlərə nümayiş etdirək. Həmçinin bir elan, maçdan dərhal sonra ənənəyə sadiq olaraq biz komandanın məşqçiləri və futbolçularından flash müsahibələr alacağıq və bu işi bugün Şəmsəddin görəcək. Ona görə də mən uğurluyuram Şəmsəddini həmin mövqeyə. Son 10 dəqiqədə isə mənimlə birgə bu maçı izləyəcəksiniz. Təşəkkür edirəm Rüstəm. Mən yollanıram komandaların soyunub geyinmə otaqları koridoruna və orada çalışacağım ki, məşqçilər və futbolçularla ünsiyyət yaradım. Uğurlar. Şəmsəddin Qarabağın hücumu Dani Quintana sürət yığmağa çalışır. Sol cinaha tərəf ötürmə. Pupon oyundan kənar vəziyyətdə topu qəbul elədi və son 2-3 dəqiqə ərzində ikinci dəfə ofsaytda yaxalandı. Təkrarına baxaq. Bəli, bir addım attı Rahil Məlikov. Təcrübəsi burada əlbəttə sözünü dedi. Azalı müdafiəçisinin Qarabağın hücumu indi Salahlı ilə başlaya bilərdi, amma Seymur Əsədov topu ələ keçirir. Sol cinahda İlqar Ələkbərovu mərkəzdə tapdı. İlqar Ələkbərov cinaha doğru oynayacaqmı? Yox. Topu saxladı özündə. Əlvə Məmmədov ikinci dəfə allatdı İlqar Ələkbərov. İsmail İbrahimli Luqzar Kvirtiyə cərimə mentasına baxdı. Aydın Qasımovun orada mövqe tutmasını gözlədi, amma görünür xeyli vaxt girdi. Ələkbərov yenidən topladı. Onun sol ayaqla qüvvətli zərbəsi və İbrahim Şehic sol əli ilə topu qapı xəttindən çıxarır. Yaxın 9-luğa meyillənmişdi zərbə. Top İbrahim Şehicin ustalığını işə salmasına ehtiyac oldu mövsudda. Emin Cəfərquliyevin yenidən sol ayaqla cərimə mentasına ötürməsi. Uzaq küncdə Emin Çopanov topu qəbul edir. Onun ikinci cəhddə zərbəsi. Etiraz var. Tərlan Əhmədov da indi texnik xəttinin düz sərhəddə qədər gəldi, çıxdı və hakimə əllə oyuna işarə verir. İndi İlqar Ələkbərov və Seymur Əsədov da hakimin yanındadır. Təkrarını 100% görəcəyik. Bir pauza yarandı maçda. Pupona qarşı burada qayda pozuntusu var idi. Amma futbolçu özü zədələndi. Valzaf Məhəmmədov Azalın oyuncusu. Bu da həmin epizod. Elmin Çobanovun zərbəsindən sonra əli bağlı idi Elvi Gülnüzsadənin. Adətən bağlı əl birbaşa əlli oyunu sayılmır. Əlbəttə indi mütəxəssis mövqeyinə, fikrinə burada ehtiyac var. Tərlan Əhmədov isə narazıdır və narazılıqla da texniki zonanı tərk edir Tərlan Əhmədov. Azalın baş məşqçisi Tərlan Əhmədov baş hakim Elvin Əsgərov tərəfindən texniki zonadan uzaqlaşdırıldı. İndi hal-hazırda Gürc bayrağının yanındadır. Qarabağın qapısına tərəf gedir. Son dəqiqələrdə onun köməkçisi Maiz Əzimov yəqin ki, Vadar Nuriyevlə birgə komandaya tapşırıqlarını verəcəklər. Tərlan Əhmədovsuz son 8-9 dəqiqəni Azal keçirəcək. İlqar Mustafayev. Elvin Məmmədov. Qarşısında Luqzar Kvirtiyə var. Elton Yaqublu da yaxşı oyun keçirdi bugün. Hərəkətli idi. Hücuma qoşulmağa çalışırdı. Aşırı risk eləmədi. Elton Yaqublu bu mövqedə Qarabağda Qurban Qurbanovun, Maksim Medvedev və İlqar Qurbanovdan sonra üçüncü alternativ oyuncusu, sağ oyuncusu sayılır. Quintana mübarizə Emin Cəfərquliyevlə. İkinci buradan qalib ayrılıb. Top Azalda qalır. Çobanov. Dəhliz var qarşısında. Ələkbərovla oynayır. Ələkbərov bir toxunuşla sağ cinahda Seymur Əsədov tapır. Seymur Əsədov topa çatacaq. Yəqin ki, sürəti buna imkan verməlidir. Qarşısında Azər Salahlı var. Seymur Əsədov pauza verdi. Cərimə mentasında topu İbrahimliyə göndərir. Zərbə vurulacaq Azallı oyuncular tərəfindən. Çobanov mübarizə aparır. Ələkbərov sol ayaqla bir topu qəbul elədi. Uzaqdan qüvvətli zərbə Ələkbərovdan. Təhlükəli idi. Ən azı gərginlik yaşatdı bu Qarabağın qapısı qarşısında. Amma qeyri-dəqiq zərbə. Bəli, Tərlan Əhmədov da indi addım-addım stadionu tərk eləməlidir. Təkrarına baxaq. Ələkbərov topla davrandı. İkinci toxunuşda zərbəsi çox qüvvətli və təhlükəli idi, amma top qapının yanından keçir.
Bu da həmin etiraz epizodu. Tərlan Əhmədovdan çox emosionaldı. Komandası məğlub olur. Emosionalını cilovlaya bilmədi və Elvin Əsgərov da onu göndərir tribunalara. Hərçənd Tərlan Əhmədov birbaşa soyunub geyinmə otağına yollanmaq qərarı verdi. Mübarizə yan xət yaxınlığında top Qarabağda qalacaq. Out yerinə yetirməlidir Ağdamlılar. Qəbələdə paralel keçən görüşdə 85-ci dəqiqə oynanılır. Orada da meydan sahibləri Qəbələnin üstünlüyü var. Yeganə qolu 8-ci dəqiqədə Ermin Zets Kəpəzin qapısından keçirib. Hakim işarəsi qapıdan zərb olacaq. Azal yerinə yetirməlidir. Son 5 dəqiqə maçda Elvin Əsgərovun da bir neçə dəqiqə əlavə edəcəyini yəqin ki gözləmək olar. Azal üçün çox çətindir bu maçda bir dönüş eləmək. İlqar Əkbərovun bir neçə dəqiqə əvvəl çox qüvvətli, təhlükəli zərbəsi var idi. Amma qeyri-dəqiq alındı. Əsədov bir anlıq sayılıq itirdi, amma Elmin Çobanov onun köməyinə gəlir. Əkbərov iki təhlükəli zərbə ilə yadda qalıb. İndi də sol ayağını uzun oynamağa çalışır. Namiq Yusufov özünü yetirdi. Bugün Namiq Yusufov müdafiənin mərkəzində yer aldı və ümumilikdə inamlı təsir bağışladı. Mövqe səhvinə yol vermədi, səhvsiz oynadı. 1-2 epizodda da cinah müdafiəçilərini sığortalamaqla yadda qaldı. İndi də yenidən irəli çıxır və topu komandası üçün saxlayır. Dağıyev, Qarayev, Yaqublu, Yunusadə, Yusufov. Cütlüyü bugün bir-birinə ən çox ötürmə verən futbolçuları əgər biz incələsək, böyük ehtimal Yunusadə, Yusufov cütlüyü hər kəsdən, hər cütlükdən öndə olar. Yaqublu sürət yığmağa çalışdı. Elvin Məmmədovlu oynuyor. Elvin Məmmədov pauza verir. Quintana sol ayağı sehirlidir bu futbolçunun. Mustafayev çınağı dəyişəcək Qarabağ. Salahlı. Dağıyev. Geriyə Yusufova. Müdaxilədə Qarabağı 4 gün sonra Cuma axşamı günü Avropa Liqasının play-off mərhələsi çərçivəsində Young Boys'la çətin qarşılaşma gözləyir. İlk maç komandamızın, yəni Qarabağın əlbəttə Avroklublarda bütün komandalarımızı dəstəkləyir. Qarabağın səfərdə 1-0 hesablı qələbəsi ilə nəticələnmişdi. Həmin oyuna ilgənə qol vuran Richard Almeida, həmçinin Reynaldo, Rəşad Sadıqov, Bədavi Hüseynov kimi futbolcular bugün oyunun iştirak ərizəsində salınmamışdılar. Qurban Qurbanov rotasiya, çox ciddi rotasiyaya yol verib və ehtiyat oyunculardan yararlandı. Hələ ki bu bəhrə verir. Yalnız Qarabağ önündə Dində Azalın hesab fərqi azaltmaq cəhdi geriyə oynayır. Yaqublu yenidən əllə toxunuşa işarə verilir. Burada Asayla azal keşləri. Baxacaq təkrarına. Top düz Namaşkaya qədər yeyib çatdı. Out. Qarabağ atacaq Elton Yaqublu. Məmmədov. Namiq Yusufov. Şahid Dağıyev ortaya düşüb, topu qəbul elədi. Salahlı bir toxluş ötürmə. Cavid Dağıyev əla çıxdı müdafiəçinin arasından. Qarşıda Ali Məlikov var, sürətlə yararlanır. Topu xəttə üzərində saxlamağa çalışdı, amma yaxşı sürətli olmasına rəğmən o sürəti də Cavid Dağıyevə kömək olmadı ki, topu saxlasın. Azal indi sürətli çıxarsa təhlükə ola bilər. Emin Cəfər Quliyev, Kıvırtiyanı atır cinahla irəli. Yaqublu sürüşmə fəndi ilə topu alta çıxardı. Təkrarına baxaq. Yox, Yusufovun top Yusufovun sinəsinə dəymişdi bu epizodda. Yerdə qalan futbolçu var. Azalın cəmi meydançası ətrafında. Qıvanzav Məmmədov. Güman ki, bir neçə dəqiqə əvvəl aldığı zədənin bu nəticəsidir. İlk tibbi yardım ona komanda yoldaşı Stanislav Namaşka elədi və Azalın tibbi personal da meydançaya daxil olur. Baxaq epizoda. Özü. Bəli, axsadı Qıvanzav Məmmədov. Ağrılar hiss elədi ayağında.
Baza var, mən bundan istifadə edərək onu deyim ki, sabah saat 9-da Zirə Olimpiya Kompleksi stadionunda Topaz Premyer Liqasının 4-cü turunun sonuncu qarşılaşması keçiriləcək və həmin maçda CBC telekanalı vasitəsilə sizə tamaşaçılara canlı yayımlanacaq. İqor Əkbərovun İnam qüvvətli zərbəsinin təkrarı çox təhlükəli zərbə idi. Özü də anladı ki, bunu gol vurmağa çox yəni Əkbərov. 4-cü turun oyunları, onu deyim ki, Qarabağ Xəzər Lənkəranı qəbul eləməyə də dönüş turda. Onu deyim ki, 4-cü turun oyunları əlbəttə ki, qısa pauzadan sonra olacaq. Milli komandanın oyunlarına qədər fasilədən sonra Qarabağ sentyabrın 12-si 13-də keçiləcək maçlarda Xəzər Lənkəranı qəbul eləməlidir. Heç burada rahatça topu qəbul edəcək. Yana xətt hakimi bayrağını qaldırmış. Tam Elvin Əsgərov tamam şanəsi verdi. Hücumu neçəsə baxaq. Tağıyev, Quintana, Elvin Məmmədov, cərməncəsindən ötürmə, Pupon gol vura bilər. Yox, topa çata bilmədi. Oyunun, bu arada oyunun əsas vaxtına, ikinci sən vaxtına 3 dəqiqə əlavə oldu. Daha 3 dəqiqə biz Azal Qarabağ maçını alacaq. Növbəti turda maçlar Inter Qəbələ, Sumqayıt Zirə, Rəvan Neftçi və Kəpəz Azal görüşləri olacaq. Hansı maçların yayınlanacağı siz bir neçə gün sonra yəqin ki, bizim telekanalın sosial şəbəkələrdəki səhifələrindən tapa biləcəksiniz. Həmçinin onu vurğulayaq ki, siz Azərbaycan çempionatının Topaz Premyer Liqasının maçlarına yüksək keyfiyyətli baxmaq istəyirsinizsə cbcs.tv saytından da yararlana bilərsiniz. Sonraki artıq 2 dəqiqəni də birgə keçiririk. Qarabağ yarı optimal heyətlə, mən deyərdim ki, hətta eksperimental heyətlə Azal qarşıdan çıxdı bugün və elə də ciddi çətinlik çəkmədən bu maçı qələbə ilə başa vuracaq. Yəqin ki, son 2 dəqiqədə möcüzə baş verməzsə, çünki Azalın hesabı bərabərləşdirmə ilə möcüzəyə bərabər olacaq. Bir neçə əsas futbolçusuna da şans verdi yarım sahada oynamaq. Heç olmasa Dani Quintana, Cavid Tağıyev və Qara Qarayevə qeyd etmək olar. Ümidə qurban mənə gəlir ki, gənclərin oyundan razı qalmalıdır. Mahir Mədətovu xüsusi qeyd etməyə dəyər. 97 nömrəli futbolçu birinci hissədə hesabı açan futbolçu idi. Out tez atıldı, amma düz şeycə qədər gəlib çatdı. Bu qələbə ilə Qarabağ xallarının sayını 7-yə çatdırır və bugün üçün hələlik çempionatın liderinə çevrilir. Qəbələ Kəpəz maçının nəticəsini gözləmək lazımdır. Orada da elə son dəqiqələr gedir. Hələ ki, Qəbələnin 1-0 hesablı üstünlüyü var. Əgər maçlar elə belə başa çatarsa, Qəbələ ilə Qarabağ 7 xalla çempionatın birinci, ikinci pillələri bölüşdürəcəklər. Zirə də sabah oynayacaq. Zirə də 4 xalla malik komandadır. Sabah Interlə görüşəcək. Xəzər Lənkəran dünən xal itirdi və 5 xalı var. Azal isə 3-cü görüş, 3-cü məğlubiyyətinə doğru gedir və hələ ki, bu komanda Topaz Premyer Liqasında qol hesabını aça bilməyib. Ömer Mustafayev Qarabağın son hücum cəhdlərindən biri. Sol cinahda Azər Salahlı hücuma qoşur. Qıvanzən Məhəmmədov sürətlidir və topu onun ayağından çıxarmağa çalışacaq. Top Salahlıda qalır. Salahlı cərimə nəticəsini ötürməsi. Namaşko topu qəbul edir. Son saniyələr. Əkbərov Azalın hücum eləməyə vaxtı çatacaqmı? İsmail İbrahimli topu onu alırlar. Qarayev Əsgərov saatına baxır. Biti əlinə götürür və maçın final fitini səsləndirir Elvin Əsgərov. Dalğa Arenada, Bərdəkanda Azal Qarabağ görüşü Topaz Premyer Liqasının 3-cü turunun maçında qonaqlar 2-0 hesabı ilə qələbə qazanırlar. Oyunun birinci hissəsinin sonlarında Mahir Mədətovun qolu birincidə yeganə oldu. Fasilədən sonra meydançaya daxil olan Dani Quintana elə meydançaya çıxar-çıxmaz demək olar elə ilk toxunuşu ilə də fərqi artırdı. Qarabağ Azal üzərində qələbə qazanır və xalını 7-yə yüksəlir. Hal-hazırda komandanın qarşıda Avropa Liqasının play-off mərhələsində Young Boys'la cavab görüşü var və o görüşdə də komandaya uğurlar arzuluyuruq.